Müəllimlər və abituriyentlər. MİQə giriş kitabından üslub və loqaritmik tənliklərin izahatını paylaşıram. Bunu YouTube-da açıq paylaşacağam. Amma vəsaitin bütün videolarını, bütün dənə-dənə testlərin həllərinin izahlarını sadə dildə əldə eləmək istəyirsinizsə, nömrəyə yazın. Açıqlama qismində nömrə qoyacağam. Bu nömrəyə yazmaqla bütün videoları əldə edə bilərsiniz. Başlayaq birinci sualla. Birinci sualda loqaritmaların bərabərliyi varsa, özdə əsaslar bərabərdirsə, deməli, dəyərli müəllimlər, loqaritm altı ifadələr bir-birinə bərabərdir. Buradan da rahatlıqla x-ınızı tapacaqsınız ki, 4-də 17. Yəni, C variantı. Daha doğrusu D variantı. C-də 4-də 7-dir, bu 17-dir. Davam eləyək ikinci sualla. Biraz bunun qalınlığını artırım. İkinci sual. Bu cür tənliklərdə biz loqaritmik funksiyalarda da bu işi çox elədik, dəyərli müəllimlər. Bu kəsirləri tərsinə çevirdik. Onda nəyə çevrildi? Loqaritma 60-dan x, loqaritma 60-dan 5 və loqaritma 60-dan 3 bərabərdir 1-ə. İndi burada da əsaslar eyni olduğuna görə bilirik ki, biz bunu loqaritma 60-da, loqaritma 6 ifadələri bir-birinə vuracağıq. Olacaq nə? 15x bərabərdir 1-ə. Bu tənlikləri həll edəndə isə loqaritm 6 ifadə bərabərdir əsasın üstü cavab, yəni 1. O da elə 60 eləyir. Buradan da x-ımızı nə tapırıq? 4 tapırıq. Üçüncü tapşırıq. Deməli, üçüncü tapşırıqda yenə də əsasların eyni olmağından çıxış edərək bir əsası saxlayırıq və içərisindəki loqaritm 6 ifadələri bir-birinə vururuq. Ondan sonra loqaritm 6 ifadə bərabərdir əsasın üzəri cavab. O deyir 4. Və bizə qalır sadəcə mötərizələri açıb köklərini tapmaq. Kökləri tapırıq ki, biri -3-dür, biri 2-dir. Lakin əlbəttə ki, hər bir loqaritm üçün biz onların təyin oblastını bilməliyik. Birinci loqaritm üçün x + 2 böyükdür 0, ikinci üçün isə x - 1 böyükdür 0. Deməli, bura üçün x -2-dən böyükdür, bura üçün x 1-dən böyükdür. Ona görə də -3 kökü ödəmir, amma 2 kökü ödəyir. Deməli, yalnız cavabımız olacaq D variantı. Dördüncü tapşırıq. Dördüncü tapşırıqda da yenə əsaslar eynidir, lakin çıxma olduğuna görə biz bunu loqaritm 7 əsasdan 3x - 1 bölünsün x - 1 şəklində yaza bilərik. Və 3x - 1 bölünsün x - 1 bərabərdir 7/1, yəni 7-yə. Bu tənliyi də çox sadə şəkildə həll eləsək, x-ımızı 2-də 3 alacağıq. Yəni D variantı. Tənlik həllərini dəyərli müəllimlər, mən sürətli keçəcəm. Çünki artıq tənlik həlləri ilə məşğul olunub. Yəni o hissəni detallı yazmayacağam ki, videonun vaxtı böyüməsin. Bizə hal-hazırda loqaritma hissəsi lazımdır. Tənlik hissəsi əvvəlcədən öyrənilib. Ona görə yəqin ki, siz məni anlaşıqla qəbul edərsiniz. Burada da dəyərli müəllimlər, loqaritma əsaslar eyni olduğuna görə 6 ifadələri bir-birinə vururuq və bərabərdir 0. Dediyim kimi, loqaritmik tənliklərdə loqaritm 6 ifadə bərabərdir əsasın üzərində cavab. O deyilir 1. Və burada da bunu açıb həll eləsək, yəni istəyirsiniz diskriminant yolu ilə, vietlə alınırsa vietlə və s. x-ımızın birini 1 tapırıq, birini isə -3-də 1 tapırıq. Əlbəttə ki, təyin oblastını ödəyib ödəmədiyini mütləq yoxlamaq lazımdır. Və əlbəttə ki, x -3-də 1 cavabı bizim bu ən azından bu və elə ikisini də loqaritm 6 ifadəsini mənfi edir. O da olmaz. Deməli, bu kök ödəmir. Yalnız A variantı ödəyəcək. 6-cı tapşırıq. Tənliyin köklərinin cəmini deyir tab. Biz ümumiyyətlə bir prinsipi bilək ki,
Loqaritm deməli tənlikdə əsasın üstü cavab loqaritma 6-na bərabərdir. Vəssalam, buradan da bizə köklərin cəmini istəyir. Əlbəttə ki, vietə görə köklərin cəmi nəyə bərabərdir? İkinci həddin əksinə bərabərdir. Yəni B variantı, yəni burada heç özümüzü yorub kökləri tapmağa ehtiyac yoxdur. 7-ci tapşırıq dəyərli müəllimlər. Burada bu kimi tapşırıqlarda biz adətən baxın 6 üstü 2x var, bir də 6 üstü x var. Əlbəttə ki 6 üstü x-a bir a desəm, olacaq a kvadrat çıxılsın 13a üstəgəl 36 bərabərdir 0. Buradan da a1, a2-ni tapırıq. a1-imiz 9, a2-miz isə əlbəttə ki 4-dür ki, yəni vietə görə bunlar da ödənir. Onu da əvəzləməni yerinə qoyaq. 6 üstü x bərabərdir 9, bir də 6 üstü x bərabərdir, bir dəfə də 4 yazırıq. Bizə nə deyir? Tənliyin köklərinin cəmini tapan. Gəlin bunun üçün bunları tərəf-tərəfə vuraq. Deməli, buna deyək x1, buna deyək x2. Onda 6 üstü x1 vurulsun 6 üstü x2 bərabərdir 9 vur 4-ə. 6 üstü x1 üstəgəl x2 edir, bərabərdir 36. Əlbəttə ki, buradan da köklərin cəmi nə çıxır? 2 çıxır. 7-də olur B variantı. 8-ci çalışma, dəyərli müəllimlər. Burada da eynən 15 üstü x-a bir, məsələn, t desək, tənliyimiz t kvadratı çıx 8t üstəgəl 15 bərabərdir 0 şəklini alacaq. Buradan da bizim t1-imiz 3, t2-miz isə 5 çıxacaq vietə görə. Yenə də tənliyin köklərinin cəmini istəyir. Yəni bir dəfə 15 üstü x1 bərabərdir 3, bir dəfə də 15 üstü x2 bərabərdir 5 yazsaq, tərəf-tərəfə vursaq, onda 15 üstü x1 üstəgəl x2 bərabərdir 15 və x1 üstəgəl x2-ni də 1 tapacağıq. 8-də olacaq A variantı. 9-cu çalışma. 9-cu çalışmada, dəyərli müəllimlər, biz loqaritmik funksiyalardan gözəl bilirik ki, bu eyni əsaslarla böləndə bu əsasları silib nə yaza bilərik? Məxrəcdəkini əsasa, sürətdəkini isə 6 ifadə kimi yaza bilərik. Və loqaritmik tənliyin prinsipinə görə loqaritm 6 ifadə bərabərdir əsasın üzəri cavab. Əsasın üstü cavab. Qalır bizə bu tənliyi həll eləmək. Bu tənlikdə də həll eləyəndə x-imiz müsbət mənfi 1 eləyir və baxaq görək ki, ödəyirmi, ödəmirmi? Əlbəttə ki, təyin oblastına görə. X bərabərdir mənfi 1 ödəmir. Niyə? Çünki burada mənfi 1 qoyanda bura 1 alınır. Əgər loqaritma 6 1-dirsə, deməli loqaritmanın özü 0-dır. Məxrəc də 0 ola bilməz. Deməli cavabımız yalnız 1 olur. 10-cu tapşırıq. Dəyərli müəllimlər, buradan bu 25-i 5 üstü 2x yazacağıq və bayaqki kimi 5 üstü x-a bir a deməklə a kvadratı çıx 10a üstəgəl 21 yazırıq və buradan x1, x2-ni tapmaq üçün əvvəla köklərinin a1 3, a2 isə 7-dir. Bayaqdan bir 3-cü məsələdir, 3-cü misaldır ki, biz bunu eləyirik. Onda 5 üstü x1 bərabərdir 3 və 5 üstü x2 bərabərdir 7 yazmaqla tərəf-tərəfə vururuq. Bərabərdir 21. İndi demək ki, 5 üstü x1 üstəgəl x2 bərabərdir 21-ə. Buradan da dəyərli müəllimlər, köklərin cəmi bayaq əsasları bərabərləşdirmək olurdu. İndi olmursa, biz onu bilirik ki, loqaritmaya keçid eləyirik. Yəni, bərabərdir loqaritma. Loqaritmanın əsası bax, buradakı əsasla eyni olur və loqaritma 6 ifadə də bu olur. Sonra 11. Deməli, 11-də də biz bölmə olduğuna görə nə edirik dəyərli müəllimlər? Loqaritma 3 əsasdan x üstəgəl 4-ü bölürük, x çıx 2-yə bərabərdir 2. Burada da loqaritma 6 ifadə bərabərdir 3 üstü 2, yəni 9. Bu tənliyi həll etməklə çox sadə şəkildə
x-imizi 4-də 11 tapırıq. O da B variantıdır. 12 kimi tapşırıqlarda da yenə 10 üstü x-a 1 t desək, nə qalır? T kvadrat çıx 29t üstəgəl 100 bərabərdir 0. Buradan bizə deyir köklərin cəmini tap. Deməli, belə deyək, köklərimizin burada hal-hazırda normal tapa bilmiriksə, yəni belə qəliz bir köklər tapırıqsa, narahat olmuruq. Niyə? Çünki köklərin hasili, axı bizdə bayaqlarım hasilə gedirdik. Köklərin hasili 100-dür, düzdür? Bax, bu nə deməkdir? Bu o deməkdir ki, 10 üstü x1-dir də. Bəs bu nə deməkdir? Bu da 10 üstü, axı bunu işarə eləmişik. 10 üstü x2-dir. Bərabərdirsə 100-ə, onda olur 10 üstü x1 üstəgəl x2 bərabərdir 10 kvadratına. Belə çıxır ki, köklərin cəmi də elə 2-dir. 12-də olacaq cavabımız deməli 2B variantındadır. Davam edirik. 13-ə baxırıq dəyərli müəllimlər. Tənliyi həll edək. Bu kimi tapşırıqlarda gözəl bir yolumuz var. Hər iki tərəfi natural loqaritmalıyıq. Niyə məhz natural? Çünki natural loqaritmanın əsasının e olduğunu bilirik. Onda hər tərəfi natural loqaritmalasaq, y üstü 2x bərabərdir ln 10. İndi buradan bu 2x gəlir axı qarşıya. 2x bərabərdir ln 10. X nəyə bərabərdir? ln 10 böl 2. Vəssalam. O da hansı? ln 10 böl 2 yoxdursa, onda neyniyək? Bax, bunu belə yazıram. 2-də 1 ln 10. Bu 2-də 1-i də qaldırıram 10-un üstünə. Onda olurmu ln kök altında 10? Bəli, olur. Onda olur D variantı. 14-ə baxırıq dəyərli müəllimlər. Tənliyi həll edin. Yenə də əsaslar eyni olduğuna görə əsası saxlayıram. Loqaritm altı ifadələri vururam və buradan x-4 vur x bərabərdir 5 olur. Və oradan da tənliyi həll edərək x1-i 5, x2-ni isə -1 tapıram. Amma əlbəttə ki, -1 ödəmir. Çünki baxın, bu hissəyə baxın, heç bu hissədə ödəmir. Yəni, loqaritma 6 ifadə bilirik ki, müsbət olmalıdır. Yəni, -1 cavabı ödəmir, ancaq 5 cavabını götürürük. 15-ci çalışma dəyərli müəllimlər. 15-ci çalışmada nə edəcəm? 3-də 1-i 3 üstü -1 yazacağam. Onda onun üstü əksinə dəyişəcək. 9-u 3-ün kvadratı kimi yazacaq. Onda üstünü 2-yə vurmuş olacam. Olacaq 10 çıxılsın 2x. Əsaslar bərabərdirsə üstləri bərabərləşdiririk. Yəni 1 çıxılsın x bərabərdir 10 çıxılsın 2x. Və dəyərli müəllimlər, buradan rahatlıqla x-imizi 3 tapırıq ki, hansı ki bizdən də x-i istəyir. 16-cı çalışma. Burada neyniyək? Loqaritma 2-dən x verib. Tənliyin köklərinin cəmini tap. Gəlin, bax bu hissədə loqaritma 2 əsasına gətirək. Onda belə bir şey olunur da, loqaritma 2-dən x çıxılsın 3. Deməli, loqaritma 2-dən 2 bölünsün loqaritma 2-dən x olur. Bərabərdir -1-ə. Lap biraz sadəlik üçün buna bir dənə a deyək. Onda olurmu? Baxın. A çıxılsın, 3 vurulsun, bu 1-dir axı. Onda mən elə, yox bu 4 idi burada. Bu 2-dir də onda. 3 vurulsun 2, birbaşa yazıram. 6 bölünsün, buna A dedim axı. Bərabərdir -1-ə. Vəssalam. Bu tənliyin kökləri A1-imiz -3-dür. A2-miz 2-dir. Axı mən əvəz etmişdim. Onda qayıdıram. Loqaritma 2 əsasdan x bir dəfə -3-dürsə, x 2 üstü -3-dür, yəni 8-də 1-dir. Bir dəfə də loqaritma 2 əsasdan x 2-dirsə, x 2 üstü 2 4-dür. Və mənə bunların cəmini istəyir 4 tam 8-də 1, o da 8-də 33 edir. 17.
Deməli 17 kimi çalışmalarda 3 üstü 2x üstəgəl 1 bərabərdir 15-ə. Özümüzü çaşdırmırıq. Burada üstü bərabər eləyirik loqaritmaya. Əsas əsasda olur, cavab isə içəridə olur. Sonra mən bu 15-i 3 vur 5 kimi yaza bilərəmmi? Bəli, 3-də 3 üstəgəl loqaritma 3-də 5, o da 1 üstəgəl loqaritma 3-dən 5 eləyir. Əla, birlər getdi. 2x bərabərdir loqaritma 3-dən 5. X nəyə bərabərdir? Loqaritma 3-dən 5 böl 2. Yəni 2-də 1 loqaritma 3-dən 5. Aha, indi bu da burada hardadır? Bu 2 var. Bax, biz bu 2-də 1-i 5-in üstünə də gətirə bilərik, amma elə cavab yoxdur. Sadəcə bu 2-də 1-i 3-ün üstünə gətiriblər. Və biz də bilirik ki, əsasın üstünə gətirəndə o tərsinəsi gəlir. Yəni 3-də 2 üstü gəlir, 2 kimi gəlir. O da eləyir, dəyərli müəllimlər, 9-dan 5. Və 9-dan 5 də olur hansı bənddə? D variantında. 18-ə baxaq. Deməli 18-də də neyniyək? Gəlin birinci bu 3 üstünü biraz parçalayaq. 3 üstü x vur 3 üstü 1 şəklində yazaq. Hər tərəfi 3 üstü x-a bölək. Bərabərdir 3. Buradan da əslində bunu belə də yaza bilərik. Baxın. Bu 3-də 5 üstü ümumi x kimi yaza bilərik. Əla. Onda bu x bərabərdir mi? Loqaritma, deməli dedik ki, bu əsas sənin loqaritmavın da əsasında yazılır. Vəssalam. A variantı rahat misaldır. 19. Deməli, neyin edik burada? Y üstü x-a 1a deyirəm. Onda olur a kvadrat çıx 8a üstəgəl 15 bərabərdir 0. A1 3-dür, A2 5-dir. Yəni, y üstü x bir dəfə 3-dür. Buradan da x bərabərdir loqaritma e əsasından 3. Bu da e əsasından bilirik ki, natural loqaritmaya çevrilir 3. Bu natural loqaritmaya çevrilir. 3-də qoyursan yanına. Bir dəfə də y üstü x bərabərdir 5 olsa, onda x, buna x1 deyək, buna x2 deyək. Bu da olur, demək ki, o məntiqlə loqaritma, daha doğrusu natural loqaritma 5. Hansı bənd olur? C variantı. 20-ci sual. Tənliyi həll edin. Sadə tənlikdir. Necə? Loqaritm 6 ifadə bərabərdir. Əsasımız 10-luqdur. Çünki LG yazılıb 10 üstü 2 olur. O da eləyir 100. Və buradan x kvadratı 64. X isə müsbət 8, mənfi 8. Baxaq ki, hər ikisi də ödəyirmi bizim, yəni təyin oblastımıza bir ziyanı yoxdurmu? Xeyr, yoxdur. Ona görə 2 cavabın ikisini də götürürük. Yazaq, dəyərli müəllimlər. Burada da neynəyəcəyik? Deməli, yenə də bayaqki kimi qüvvətdəki ifadə bərabərdir loqaritma 2 əsasından 3. Hər tərəfi 3-ə vururuq, sonra da x-imizi tapırıq. X-imiz olacaq, dəyərli müəllimlər. 3-ə vuranda bu 3-ü də bu 3-ün üstünə gətirmiş olacaq. Onda olacaq ki, əsasdan 27 çıx 1. Biz bu 1-i loqaritma 2-dən 2 kimi də yaza bilərik. Onda sonda loqaritma 2-dən 27 böl 2 kimi cavabımız olur. O da eləyir D variantı. 22-yə baxaq. Yenə də bu kimi misallarda əsas eynidirsə, bir əsası saxlayıram, içindəkiləri vururam. Bərabərdir 1. Onda içindəki ifadə bərabərdir bu 10-da axı. 10 üstü 1, 10. Və buradan kvadrat tənlik deyən 2 dənə kök alıram. Lakin bu ödəmir. Niyə? Çünki loqaritmanın əsası və loqaritma 6 ifadə 0-dan böyük olmalıdır. Deməli, x-imizin yalnız 10 qiyməti ödənilir. O da Y variantındadır. 23-ə baxaq, dəyərli müəllimlər. Burada bilirsiniz niyə? Əvvəla gəlin. Bu biri belə yaza bilərəm. Baxın.
x üstəgəl y üstəgəl 1-i yaza bilərəmmi ln-dən Bəli, ln x üstəgəl 1. Bura mənə verir ln x üstəgəl y vur 1, yəni elə x üstəgəl y verir də. Daha doğrusu x üstəgəl y-ni y-yə vurmaq verir. Və bərabərdir ln x üstəgəl 1 var. Əlbəttə ki, ln-lər bərabərdirsə, onda x üstəgəl y vur y ilə x üstəgəl 1 də bərabərdir. Burada da mötərizələri açaq və belə deyim, məhsulu tapaq. Onda y x üstəgəl y kvadrat çıx x bərabərdir. Buradan x-i çıxartsam y çıx 1. Bunu isə bu tərəfə keçirdən 1 çıx y kvadrat. Bunu 1 çıx y və 1 üstəgəl y şəklində açsam, ixtisar gedəcək və əlbəttə ki, bir-birinə əks olduğuna görə mənfi və 1 üstəgəl y qalacaq. İndi baxaq ki, bizim təyin oblastımıza bu keçərlidirmi? Çünki bu önəmlidir. Baxırıq ki, təyin oblastımızda x-in yerinə mənfi 1 üstəgəl y qoyanda təyin oblastımızı ödəmir. Məsələn, bax, bura baxsaq, mənfi 1 qalır içəridə, o da ödəmir. Ödəmirsə, deməli, kökümüz yoxdur. 24. Burada neyniyək? Burada deməli, belə eləyək, loqaritma 3 üstü 2x çıx 4. X-i keçirdək sağ tərəfə və yenə də loqaritma 6 ifadə bərabərdir 3-ün üstündə bu ifadə. Belə. Bunu da parçalayacağım 3 üstü vur 1 lab 3 üstü x şəklində. Yəni 3 vur 3 üstü x şəklində olmuş olur. İndi belə eləyək bunu. 3 üstü 2x. Bunu gətirək bura. 3 vur 3 üstü x çıxılsın 4. Yəqin ki, çox müəllim dedi ki, bundan bayaq elədik. Necə elədik? Bunu məsələn bir a dedik. A kvadrat çıx 3a, çıx 4 bərabərdir 0. Buradan da köklərimiz a1, 4, a2-miz isə mənfi 1-dir. Və belə çıxır ki, 3 üstü x bir dəfə 4, bir dəfə də 3 üstü x mənfi 1. Bu ola bilməz. Niyə ola bilməz? Çünki üslü funksiya qiymətlər çoxluğu sıfırdan müsbət sonsuzluğa olmalıdır. Deməli, mənfi qiyməti ala bilməz. Gəldik bura. Bunun həlli isə əlbəttə ki, loqaritmaya gedir çıxır. Loqaritmada əsasımız 3, loqaritma 6 ifadə isə 4 olur. 24-də hansı bənd olacaq? D variantı olacaq. 25-ə baxaq. Burada da neyniyək birinci dəyərli müəllimlər? Baxın, bu 2 var, bunu gətirirəm qabağa. Nə olur? Loqaritma kvadratı 5-dən x üstəgəl 2 loqaritma 5-dən x çıx 3 bərabərdir 0. Baxın, dəyərli müəllimlər, burada da buna bir dənə a deyirəm. Olur a kvadrat üstəgəl 2a çıx 3 bərabərdir 0. Buradan da a1-i tapıram mənfi 3, a2-ni tapıram 1. İndi ifadə eləsəm, loqaritma 5-dən x bərabərdir mənfi 3, loqaritma 5-dən x bərabərdir 1. Buradan x-i tapıram 5. Buradan x-i tapıram 5 üstü mənfi 3. Yəni 1 böl 125. 26-ya baxırıq. Yenə də eyni hal 2-ni qarşıya gətirirəm və ln x-a bir a deyirəm. Onda olur a kvadrat çıx 2a çıx 8 bərabərdir 0. A1-i 4, A2-ni mənfi 2 tapıram. Demək, bir ln x 4-dür. Buradan x y üstü 4-dür. Bir dəfə də ln x mənfi 2-dir. Buradan isə y üstü mənfi 2 1 böl y kvadratıdır. O da B bəndində olur. Davam edirik. 27-28. Deməli, 27-də nə edək? Biraz baxaq. Bu kimi misallarda hər tərəfi loqaritmalıyırlar. Nə deməkdir bu? Yəni, hər iki tərəfə loqaritma tətbiq eləyirəm. Amma əsası buradakı loqaritma ilə eyni olsun. 2 əsas. Deməli, onda olacaq loqaritma 2 əsasdan x-in üstü loqaritma 2 əsasdan x.
bərabərdir. Axı mən sağ tərəfə də tətbiq eləməliyəm. 2 əsasdan 4x. Bunu da parçalayıram 4 üstə vurma olduğuna görə üstə gəl x şəklində. Bu gəlir qarşıya. Onda görürsünüz ki 2 dənə eyni ifadə olur. Onda belə bir şey alınır. Loqaritma 2 əsasdan x-in kvadratı çıxılsın loqaritma 2 əsasdan x. Bunun da qiyməti 2-dir axı. Çıxılsın 2 bərabərdir 0. Buna bir dənə a desəm, a kvadratı çıxılsın a, çıxılsın 2 bərabərdir 0. Buradan a1-i 2, a2-ni isə mənfi 1 tapıram. Onda mən nəyi ifadə eləmişdim bunu? Alınır loqaritma 2 əsasdan x bərabərdir bir dəfə x-a, x bərabərdir 2 üstü 2, 4. Bir dəfə loqaritma 2 əsasdan x bərabərdir mənfi 1-ə, x bərabərdir 2-də 1. Dəyərli müəllimlər, o da olur A variantında 28. Burada da eyni məntiqdir. Burada da ln-lə hər tərəfi lnləyəcəyik. Yəni ln x üstü ln x bərabərdir ln y üstü 9. Burada dəyərli müəllimlər nə edəcəyik? Deməli bu gəlir qarşıya. Olur ln x vurulsun ln x bərabərdir. Bu da 9 qarşıya gələndə bu zaten 1 eləyir. Deməli sadəcə cavabımız 9 eləyir. Onda ln x-in kvadratı 9-dursa, ln x-in özü deməli olur 3 və ya mənfi 3. Onda x olur burada y üstü 3, buradakı x isə olur y üstü mənfi 3. 28-də olur C variantı. 29. Burada birinci tənlikdən biz x çıx 1 bərabərdir loqaritma 2 əsasdan 3 yazıb x-i tapaq. Loqaritma 2 əsasdan 3 üstə gəl 1. Hətta loqaritma bu 1-i loqaritma 2-dən 2 yazsaq, olacaq loqaritma 2-dən 6. Mənim x-imdir. Y-ımı eynən, deməli y bərabərdir loqaritma 6-dan e. Mənə bunların hasilini istəyirsə, deməli loqaritma 2 əsasdan 6 vurulsun loqaritma 6-dan y. Biz burada çox gözəl bir xassə bilirik. Loqaritmik funksiyaları izləyənlər bilir. 6-lar gedir. Qalır loqaritma 2-dən e. 30 nömrəli çalışma. Deməli. 29-da bayaq oldu A. Onun variantını demədim. 30-da neyniyək dəyərli müəllimlər? Gəlin belə bir şey eləyək. Bu içini gətirim qarşıya. Bir dəqiqə baxım hələ. Və qarşıya gətirəndə indi bir şey biz nəzərə alaq. Axı burada x qalır. Mən bunu məcbur modulda yazmalıyam. Ki, loqaritma 6 ifadə böyükdür 0 olması üçün. Bəs burada neyim? Bu kvadratla 9-da 3-ün kvadratı olduğuna görə ataram. Qalar sadəcə loqaritma 3-dən x, amma bu da moduldan qalar 2. Bunlar eləyəcək bir dənə loqaritma modul x bərabərdir 2. Və buradan modul x nəyə bərabərdir? 3-ün kvadratı 9. X nəyə bərabərdir? Müsbət mənfi 9. O da y variantında olur. 31-ə baxaq. 31-də də biz nə edirik? Birinci bu 25 ilə 9-u kvadratdan salırıq, 3 ilə 5 qalır. Bunu da tərs çevirəndə loqaritma 3-dən 10 eləyir. İndi dəyərli müəllimlər, gəlin baxaq. Sol tərəfdə eləyir loqaritma 3-dən. Deməli 3-dən nə olur? X çıx 2 vur 5, düzdürmü? Bərabərdir loqaritma 3-dən 10. Əlbəttə ki, bunları atıb bu hissələri bərabərləşdirəcəyik. Bərabərdir 10, x çıx 2 bərabərdir 2, x bərabərdir 4 almış oluruq. 32-yə baxaq. Burada da birinci növbədə dəyərli müəllimlər, bu 2-də 1 ki var, bunu 2 üstü mənfi 1 kimi yazsaq, o da qarşıya gələcək axı. Alınacaq mənfi loqaritma 2 əsasdan x. Eyni zamanda bunu da x üstü mənfi 1 yazsaq, onun da mənfisi qarşıya gələcək. Olacaq çıx loqaritma 2 əsasdan x. Bu x eləyir mənfi 2 loqaritma 2 əsasdan x.
bərabərdir 2. Hər tərəfi mənfi 2-yə bölək. Loqaritm 2 əsasdan x bərabərdir mənfi 1. X də bərabərdir nə? 2-də 1. Yəni B variantı. 33-ə baxırıq. 33-də dəyərli müəllimlər, çox gözəl bir baxın, taktikadan istifadə edəcəm. Bu məxrəcə gəlsin, bu sürətə gəlsin. Görün nə olur? Loqaritma 5-dən 2 loqaritma daha doğrusu bunlar da yerlərini dəyişir axı. 2-dən 5, bu birisi də olacaq 2-dən 3. Üstəgəl 1 bərabərdir loqaritma 3-dən x çıx 1. Bu gözəllikdə isə bunlar gedir. Nə qalır? Yeni bir loqaritma olur, hansı ki əsas məxrəci olur. Loqaritma 6 isə sürət olur. Gördünüz gözəlliyi. Üstəgəl 1 bərabərdir loqaritma 3-dən x çıx 1. Gəlin indi belə eləyək. Bu biri loqaritma 3-dən 3 kimi yazın. Onda bura loqaritma 3-dən 15 olur. Bərabərdir loqaritma 3-dən x çıx 1. Loqaritmalar gedir. X çıx 1 bərabərdir 15. X də bərabərdir 16. Tapırıq, möhtəşəm. 35. Deməli, burada da yenə də dəyərli müəllimlər, kök altına 3-ün üstü 2-də 1 kimi yazsaq, bu qarşıya gələndə 2 loqaritma 3-dən x eləmir, bəli. Burada da bunu 3 kimi yazsaq, kvadratı kimi, o da qarşıya gəlir, loqaritma x-dan 3 olur. İndi bu bərabərlikdə, bu ikilər gedir, bu heç. Bu da bunun tərsidir axı. Onda bunu çarpaz bura vursaq, loqaritma 3-dən x-in kvadratı eləyir, cavab 1. Onda belə çıxır ki, loqaritma 3-dən x 1-dirsə, x olur elə 3. Bir dəfə də loqaritma 3-dən x axı mənfi 1 ola bilər. O da eləyir nə? 3-də 1. Deməli, 35-də olacaq cavab B. 36. Tənliyi həll edin. Burada çox gözəl bir yol var. Bax, birinci bunu köçürdürəm. Baxın, loqaritma 2-dən 2, 3x də gəl 1 bərabərdir. Bu 4-ün üstü 1. Yəni, elə bir mərhələli eləyirəm də. Eləyir 4. Böldüm 2-yə, burada qaldı 2. İndi bunu yazıram. Bərabərdir bunun üstü 2, yəni 4. Onda 3x bərabərdir 4 çıx 1, 3. X bərabərdir 1 tapıram. 37 dəyərli müəllimlər. 37-də əsaslar eyni olduğuna görə, biz 4x üstəgəl 1-i sürətdə 5 çıx x-i məxrəcdə yazaq. Bərabərdir 1. Onda bu ifadə bərabərdirmi üstü 1, yəni 3-ə? Bəli. Bu tənliyi də həll eləsək, x-imizi neçə tapırıq? 2 tapırıq, cavabımız D. Əlbəttə ki, sonra təyin oblasında yoxlamaq lazımdır. Amma təyin oblasında da yoxlayanda onsuz da zaten görürük təhlükə yoxdur. Və salam. Keçək 38. Deməli, burada biz birinci neyniyək? Bax, bunu açsaq, hasili cəmə çevirsək, alınırmı dəyərli müəllimlər? 1 üstəgəl loqaritma A-dan B. Bərabərdir. Burada da bunu tərs çevirsək, bu da loqaritma A-dan B-dir və bu hissəni cəmi hasilə çevirəndə loqaritma A əsasından 2A çıx 3 vur B-dir. Amma diqqətlə videonu lap istəyirsiniz dayandırın, bir daha analiz eləyin özünüz üçün. Aha, bu belə. Yox, lap heç mən elə eləməyəcəm. Baxın, üstə gəl loqaritma, heç onu vurmadım. Vurmaya çevirmirəm vəbşətə. Baxın, burada bir şeylə əvəz eləyim bəlkə. Aynen əvəz edəkmi? Yox, aynen əvəz et, bu A-dan B-dir. Aynen əvəz etməyə ehtiyac yoxdur. Heç bunlar vəbşə islah olunur. Hə, əla. Loqaritma A əsasından 2A çıx 3 bərabərdir 1 qalır. Buradan 2A çıx 3 bərabərdir A üstü 1, yəni A. A nəyə bərabər oldu dəyərli müəllimlər? 3-ə. Və salam. Yəni, onu vurmağa ehtiyac yoxdur. 39. Bu kimi misallarda nə edirdik? Hər tərəfi loqaritma alıyordıq. Loqaritma x üstü loqaritma 3 bərabərdir loqaritma 9. Bu gəlir bu tərəfə, bununla vurulur, olur. Bir dəqiqə deməli, LG
LG3 vurulsun LGX şəklində bərabərdir. Bu da 3-ün kvadratı yazılsa 2 gəlir qabağa. LG3 olurmu? Olur. LG3-lərin biri ixtisar getdi, getdi. Burada qaldı 2. Qaldı LGX bərabərdir 2. Dəyərli müəllimlər, X də bərabərdir 100-ə. Qəşəng. Sonra 40 nömrəyə baxaq. 40 nömrədə nə edək? Birinci, bu 9-u 3-ün kvadratı yazıb o 2-ni gətiririk qarşıya. Onda olur 2-də 1 loqaritma. Deməli 3 əsasdan x üstə gəl 4 bərabərdir loqaritma 3 əsasdan x çıx 2. Bu 2-də 1-i də bura gətirsəm loqaritma 3 əsasdan kök altında x üstə gəl 4 olur. Loqaritma 3 əsasdan x çıx 2. Loqaritmalar getdi. Bu ifadə bərabərdir bu ifadə. Hər tərəfi kvadrata yüksəltməklə kökləri alırıq ki, biri 0-dır, biri 5-dir. Təyin oblastını yoxlasaq 0 ödəmir. Deməli, çünki baxın, burada mənfi olacaq, ödəmir. Deməli, x-ımız yalnız deməli 5 qiymətini alır. Y variantı. 41-də də dəyərli müəllimlər nə edəcəyik? Bunları birləşdirsək 2 əsasından x çıx 2, 2x çıx 4 bərabərdir 5. Deməli, bu ifadə 2-nin üstü 5, yəni 32-yə bərabər olacaq. Bu da biz buradan, baxın, necə yaza bilərik? 2-ni çıxardarıq, 2 vurulsun x çıx 4 olmuş olar. 32, 2-yə bölərik, bu isə 2 olar. Bu isə x çıx 2-nin kvadratı olacaq, 16. Buradan da əlbəttə ki, dəyərli müəllimlər, birini 6 alacaqsınız köklərinizin, birini mənfi 2. Amma əlbəttə ki, mənfi 2 ödənməyəcək və ona görə cavabımız olacaq 41-də D 6-nı seçəcəyik. 42-yə baxaq. 42-də nə edək? Deməli, birinci növbədə gəlin bu kök altında 3-2 var. Onu 3 üstü 2-də 1 yazaq. Və o 2-də 1-i də göndərək bunun üzərinə. Çünki bu 3-lər sonra çıxıb getsin. Qalacaq nə? X çıx 2 kök altında bərabərdir 2-yə. Əlbəttə ki, buradan da x-i rahatlıqla nə tapacaqsınız? 6 tapacaqsınız, dəyərli müəllimlər. 43-ə baxaq. 43-də nə edək? Birinci gəlin, baxın, bu 8, 2 üstü 3-dür, bu da 3 var. Bilirik ki, bunları 3-lərini ata bilərik. Alınacaq loqaritma 2 əsasdan x çıxılsın. Burada da, bax, bu 4-ün ikisi ilə x-in ikisini ata bilərik. Alacaq yenə loqaritma 2 əsasdan x və üstəgəl burada da 2 əsasdan x-ımız öz-özlüyündən var. Bunlar islah gedəndən sonra yerdə qalacaq loqaritma 2 əsasdan x və x də neçə olmuş olacaq? 2 olmuş olacaq. 43-də olacaq cavab B. 44-ə baxaq. Burada nə edək? Birinci dəyərli müəllimlər, baxın. Bu 9 var. 9-u 3-ün kvadratı yazıram. Bu kvadratı da verirəm bura. Ki, bu 3 ilə baba, bu 3 getsin. Deməli, mənim əlimdə bu qalacaq. Baxın, loqaritma 2 əsasdan x çıx 1 kvadratı qalacaq. Bərabərdir 4-ə. Burada da bilirik də, bir dəfə 2-yə, bir dəfə mənfi 2-yə bərabər eləyəcəyik. Deməli, loqaritma 2-dən x çıx 1 bir dəfə 2 olacaq. Buradan x bərabərdir 5 tapacağıq. Bir dəfə də loqaritma 2-dən x çıx 1 mənfi 2 olacaq, dəyərli müəllimlər. Burada da x-ımızı deməli nə tapacağıq? 4-də 5 tapacağıq. Bu da 1,25 deməkdir. Əlbəttə ki, bunlardan hansının təyin oblastını ödəyib ödəmədiyini mütləq baxmaq lazımdır. Və baxırıq ki, deməli, biri 5-dir, biri 1,25-dir. 1,25 görək ödəyirmi? Xeyr, niyə? Çünki 1,25-i bax, bura yazanda burada 0 tamdan qiymət qoyulacaq. Ona görə bunun qiyməti, baxın, buranı təmizləyim. Buranın qiyməti mənfi qiymət çıxacaq. Axı, bu da bu loqaritmanın içində olacaq. Ona görə də bu kök ödəməyəcək, cavab 5 olacaq, dəyərli müəllimlər. Deməli, 44-də olacaq cavab 1 dənə, yəni D.
sayını soruşaq, kökün özünü soruşmur. 45. 45-də nə edək? Birinci növbədə gəlin, deməli bu loqaritma 2-də 1 olan ki var. Bunu 2 əsasından yazsaq, bu mənfi qarşıya gələcək də. Onda onlar bir-birlərini islaha aparacaqlar. Qalacaq əlimizdə belə bir şey, dəyərli müəllimlər. Bu da 4 üstü 4'ü 2 üstü 2 kimi yazsam, o 2 gəlir qarşıya 2-də 1 kimi. Bu da gedir 1. Belə çıxır ki, loqaritma x-dan 4 bərabərdir nəyə? Bərabərdir 2-də 1-ə də, elə deyil. Onda x üstü 2-də 1 nəyə bərabərdir? Bəs 4-də. X nəyə bərabərdir? Bəs əlbəttə ki 16-ya. 46-ya baxaq. Hə, 46-da çox işlədik bundan. Bunu 3 üstü 2x yazsam və 3 üstü x-a bir a desəm, nə alınacaq? A kvadrat üstə gəl 2a çıx 35 bərabərdir 0. A1-imiz 5-dir, A2-miz mənfi 7-dir. Deməli, bir dəfə 3 üstü x 5-ə bərabərdir. Buradan x bərabərdir loqaritma 3-dən 5. Buna isə əlbəttə ki, bərabər ola bilməz. Çünki üslü funksiya müsbət qiymətlər almalıdır. Deməli, cavabımız olacaq 46-da A variantı. 47-yə baxaq, dəyərli müəllimlər. 47-də nə edək? Biraz yuxarı qaldırım. Birinci bunu parçalayaq. 3 vurulsun 3 üstü ln x bərabərdir. 3 üstü ln x üstə gəl 18. Bunu bura keçirtsək, burada 2 dənə 2 vurulsun 3 üstü ln x qalır, bərabərdir 18. ilə 2-ni də ixtisar eləsək 9. Bunu da 3 üstü 2 yazsaq, ln x bərabərdir 2, x bərabərdir y-nin kvadratı. Belə misalları çox sevirəm, çox yağ kimi gedir. Əla. 48. 48-də nə edək? Deməli, 48-də birincisi sol tərəfi birləşdirsək, 2 vurulsun x çıx 3 edirmi? Edir. Sağ tərəfi də birləşdirsək, bu dəfə bölmə edəcəyik, dəyərli müəllimlər. Lnləri atıb, bunları bərabərləşdiririk. Onda belə çıxır ki, 4x çıx 12, birbaşa vurub açıram da, bərabərdir 3x üstə gəl 1-ə. Və buradan x-i 13 tapıram. Baxıram ki, heç bir yerdə mənə təhlükə yoxdur ki, təyin oblastlarında yoxdur. Ona görə Y variantı. 49. Burada birinci loqaritmanın daxilindəki ifadə bərabərdir 4-ün üstü 2x üstə gəl 1. Bunu da parçalayaq. Necə parçalayaq? Baxın. 4'ü 2 üstü 2 yazacağım. Belə çıxır ki, 4x üstə gəl 2 olacaq. Hətta bunu da parçalayacağım ki, 2 üstü 4'ü x vur 2 üstü 2x. 2 üstü daha doğrusu x. Belə. Bir dənə baxım düz yazdım mı? 2 üstü deməli 2 üstü 4x. O da 2 üstü 2. Hə, düzdür. Deməli, bu hər tərəfi bu 2-yə bölsəm, nə qalır? Bunu da 2 əsasından yazsam. 2 üstü 3x çıx 3 bərabərdir 2 üstü 4x vur 2. Əslində bu vur 2-ni də üstə gəl 1 kimi yaza bilirəm. Demək ki, bu üstlər bir-birinə bərabərdir. Və buradan rahatlıqla x-ımızı -4 tapırıq, dəyərli müəllimlər. A variantı. 50-də necə eləyək? Bu kök 6x-i 2-də 1 yazsaq, 2-də 1-i də qarşıya versək, olacaq loqaritma x üstə gəl. Bu 2-ni qarşıya verirəm, olur 2 loqaritma x. Bərabərdir, bunu da yerini dəyişirəm, olur LC 32 dəyərli müəllimlər. Bura eləyir 2 tam 2-də 1, yəni 2-də 5 LC x. Bunu 2 üstü 5 yazsam, 5 də qabağa gəlsə LC 2 edir. Və belə deyək, hər tərəfi birinci bu 5-ə bölək. Sonra nə qalır onda bizdə? Qalır LCX, bu 2-ni də çarpaz bura vururam. 2 LC2, bu 2-ni də çarpaz, demək 2-nin üzərinə aparıram. LC 4 alınır. Əlbəttə ki, x neçədir burada onda? 4-dür, 50-də olur D variantı. Baxaq, dəyərli müəllimlər. Burada nə edəcəyik? Gözəl bir qaydamız var ki, bu 3 ilə bu 3 bir-birini aparır. Nə qalır? 2x kvadrat üstə gəl x bərabərdir 1 üstə gəl 2x. Buradan rahatlıqla x-ımızı tapırıq ki, x-ımızın biri 1-dir, o birisi isə -2-də 1-dir. Amma indi baxaq ki, bizə bir problem yaşatmır mı? Bir şeyi nəzərimizdə tutaq ki,
Bu özü qüvvət funksiyasıdır və burada mənfiyə bərabər ola bilməz. Ona görə də, məsələn, x-in mənfi 2də birini yerinə yazsaq, burada mənfi 2də birini yerinə yazsaq, bura 0 eləyir. Bu həm də 0-a bərabər ola bilməz. Deməli, ancaq bir cavabını götürürük D variantı. 52-yə baxırıq. Tənin köklərinin cəmini tapın. Aha, neyniyək burada? Bir dəqiqə baxaq. Gəlin, bax, bu 4 var. Bu 4-ü 2 üstü 2 yazaq. O 2 gəlsin qarşıya 2-də 1 kimi. Deməli, burada olacaq 2. Düzdür? Deməli, nə alınır? Loqaritma 2 əsasdan x üstəgəl 1-in ümumi kvadratı çıxılsın. 2 vurulsun loqaritma 2 x üstəgəl 1 bərabərdir 3-ə. Bunu gəlin bir a ilə işarə eləyəcək. Onda olacaqmı? A kvadrat çıx 2a çıxılsın 3-dür bu. 3 bərabərdir 0. Bəli. Buradan da a1-imiz 3-dür, a2-miz isə mənfi 1-dir. Yerinə yazaq. Loqaritma 2 əsasdan x üstəgəl 1-ə a demişdik. 3. Onda x üstəgəl 1 bərabərdir 8. X olur 7. Digər tərəfdən yenə loqaritma 2 əsasdan x üstəgəl 1 bərabərdir mənfi 1. X üstəgəl 1 bərabərdir 2-də 1. X bərabərdir mənfi 2-də 1. Və bunların bizdən cəmini istəyir. Yəni 7 ilə bir sözlə mənfi 0,5-in cəmi 6,5 eləyir. O da B variantında var. 53-dən neyniyək? Birinci bunları bir yerə yığsaq, bilirik ki, içindəkiləri vuracağıq. Bərabərdir 2x kvadrat çıx 8 və gözəllik budur ki, elgəylər gedir, bunlar bir-birinə bərabər olur, dəyərli müəllimlər. Oradan da x-imizin birini 3, birini isə mənfi 2 tapırıq. Baxırıq, sadəcə təyin oblastında bizə problem yaratmayan bir kök olsun. Əlbəttə ki, bu problem yaradır. Harada? Bax, məsələn, bura 0 olur, bura mənfi olur. Ona görə bu problem yaradır. Demək ki, kök kimi götürmürük. Cavabımız olur 3 B variantı. 54-ə edəndə biz birinci bura odaqlanırıq. Burada da birinci kök altında x0, x kubu var. Onu sadələşdirsək, x üstü 7 bölü 2 eləyir də elə. Düzdür? Onda belə çıxır ki, bu bizdə loqaritma x üstü 7 bölü 2 veriblərmiş. İndi biz də bu 7 bölü 2-ni qarşıya göndərək. Olacaq LG-x. LG-x'i də mənə yenə 2 bölü 7 veriblər. Onda cavabımız nə olur? 1 olur. 55. 55 kimilərdən inirdik, dəyərli müəllimlər. 2 üstü x-a 1a deyirdik. Onda olur, deməli, a kvadrat çıxılsın 3a, çıxılsın 10 bərabərdir 0. Və buradan köklərimizə tapırıq ki, a1-imiz 5-dir, a2-miz isə mənfi 2-dir. Deməli, biz 2 üstü x-a a dediyimizə görə 5-ə bərabər eləsək, bu olur loqaritma 2-dən 5. Amma bu ola bilməz, çünki üstü funksiya mənfi qiymət almır. İndi bunun da cavabı hansı aralıqdadır? Əlbəttə ki, baxın, 2 üstü 2, 4 eləyirsə, deməli, bu 2-dən böyük ədəddir, amma 3-dən kiçik ədəddir. Ona görə cavabımız olacaq C variantı. 56-ya baxaq. Burada deməli, biz bilirik ki, x-in üstü mənfi 1-dir, mənfi gəlir qarşıya, olur loqaritma 2-dən x mənfi ilə. Düzdürmü? Bu birisinə dəymirəm hələ. İndi sonra baxarıq. Eyni şeyi burada eləyirəm. Bu da mənfi loqaritma 2-dən x-dir. Üstəgəl bu isə 2-dir. Bax, bu gözəlliklər getdi, yerdə qaldı. Bu bərabərdir 2-yə. Bu da nə deməkdir? X üstəgəl 6 bərabərdir x-in kvadratına. Düzdürmü, dəyərli müəllimlər? Buradan da köklərimizi tapırıq ki, biri 3-dür, biri mənfi 2-dir. İndi baxaq ki, hansı bizim təyin oblastımızı ödəmir? Əlbəttə ki, bu ödəmir. Cavabımız onda bir dənə nə qalacaq? Bizə nə deyir? Tənlik həll eləyin deyir də. Cavabımız bir dənə 3 qalacaq. Həvşu. 57-yə baxaq. Burada neyniyək, dəyərli müəllimlər? Bu 2-dir, bu heç. Bu 2-dir, bu heç. Bəs bu neçədir? Burada 2 üstü 2 yazırıq. O da gəlir qarşıya. Belə bir şey olur da. Loqaritma 4-dən 2-də 1-i necə yazaq? Bunu 2 üstü 2 yazsaq, 2-də 1 kimi gəlir qarşıya. Bunu da 2 üstü mənfi 1 yazsaq, mənfi gəlir qarşıya. Qalır loqaritma 2-dən 2, o da gedir 1. Bir sözlə bunun da cavabı mənfi 2-də 1-dir.
Bura baxaq. 2 üstü mənfi 1 gəlsə qabağa mənfi olacaq. Getdi üstəgəl 1-dir bu da. İndi görək bizim əlimizdə nə qaldı? Loqaritma 4-də 1 x plus 2 üstəgəl 2 bərabərdir mənfi 2-də 1 üstəgəl 1, düzdür? İndi vəssalamda buradan da deməli nə olacaq? Bu hamısını bir yerə yığsaq, bu olacaq mənfi 1/5. Onda x üstəgəl 2 bərabərdir 4-də 1 üstü mənfi 1/5, dəyərli müəllimlər. Bunu da həll edəcəyik, x-imizi alacağıq 6. 57-də olacaq D variantı. 58-ə baxaq. 58-də bu gözəlliklər gedir, qalır 3x. Yəni x kvadratı çıx 3x, çıx 4 bərabərdir 0. Buradan x1-imiz 4-dür, x2-miz isə mənfi 1-də. Əlbəttə ki, mənfi 1 ola bilməz. Deməli, ancaq x-imiz 4-dür. Sonra gətirib yerinə qoyuruq. Deməli, loqaritma kök altına 4-dən 2 çıxacaq. 2, 2, 1 eləyəcək. Gözəl və sadə məsələdir. Daha doğrusu misaldır. 59-a baxaq. Biz 59 kimilərdə loqaritmik funksiya mövzusunu işləyənlər bilir ki, bu x-la 3-ü dəyişmək olur yerini. Ona görə də bununla bu 2 eyni bir şey deməkdir. Və onu belə yazaq. 2 elə 3 əsasından yazmaq istəyirəm. Yəni, zaten bununla bu eyni şeydir. Onu demək istəyirəm sizə. Onda 2 dənə eyni şey eləyir. Yəni, ln x bərabərdir 162. 2-yə bölək. 3 üstü ln x bərabərdir 81. Bu da 3 üstü 4 deməkdir. Yəni, ln x 4-dürsə, x bərabərdir y üstü 4-də. Dəyərli müəllimlər, bəs sürətli deyirəm, niyə videonun sürəti çox olur, həm də uzun uzadı, yəni asan şeyi deməyin nə mənası var ki, artıq bir baxışdan başa düşürsünüz də. 60 kimisinə baxaq. Burada dəyərli müəllimlər, loqaritma x-y2 var, ha, bu 1 böl ln y deməkdir. Onda belə çıxır ki, ln x çıxılsın 8 böl ln x bərabərdir 2 halına düşür. Gəlin buna bir a deyək. Onda a çıxılsın 2 böl a bərabərdir 2. Və burada biz tənliyi həll eləsək, a1 4, a2-ni isə mənfi 2 alarıq. Biz ln x-i əvəz elədiyimizə görə bir dəfə 4 olur, x bərabərdir y üstü 4. Bir dəfə də mənfi 2 olsa, x bərabərdir y üstü mənfi 2 olur. İndi gəlin görək burada bizim nəsə problemimiz varmı? Köklərin hasilini istəyir. Y üstü 4 ilə y üstü 2-nin hasili 4 çıxılsın 2 deməkdir. Yəni o da y-nin kvadratı deməkdir. Vəssalam. 61-ə baxaq. Bu tipli çalışmalarda hər tərəfi loqaritma alırıq. Hansı əsasdan loqaritma alırıq? Baxın, burada 3 görürəmsə, mən də fikirləşirəm ki, hər tərəfi 3 əsasdan loqaritmalıyım. Görüm nə alınır. Deməli, buranı da 3 əsasdan loqaritma alayanda, buranı vurmanı belə deyim ki, belə parçalayaq. İndi bu gəlir qarşıya, 2 dənə eyni ifadəni vuranda bunun kvadratı edəcək. Bu 4 eləyəcək. Bu 3 gəlir qarşıya. 3 loqaritma 3-dən x eləyəcək. Yəqin ki, çox müəllim dedi ki, hə, burada əvəz etməyə gedirik. Məsələn, bura bir t deyək. T kvadratı çıxılsın 3t çıxılsın 4 bərabərdir 0 dəyərli müəllimlər. T1-imiz 4-dür, T2-miz mənfi 1-dir. Deməli, əvəzləməni yerinə yazaq. Loqaritma 3-dən x 4-dürsə, x 81-dir. Loqaritma 3-dən x mənfi 1-dirsə, x 3-də 1-dir. 61-də olacaq y variantı dəyərli müəllimlər. 62-yə baxaq. Biraz qaldıraq. 62. Biz burada çıxma görürük. Çıxmanı tez birləşdirəndə içəridə bölmə olur. Və buradan da bu ifadə nəyə bərabərdir? 2 üstü 2-yə, yəni 4-ə. Buradan da çox rahatlıqla x-imizi 6 tapırıq. Baxaq, təyin oblastında bir problem yoxdur ki, yoxdur. Ona görə həllimiz götürülür. 63-də. Bu kimi tənliklərdə, dəyərli müəllimlər, bu içəridəki ifadə bərabərdir 2-nin üstü bu 2, yəni 4. Sonra 5x üstəgəl 6 bərabərdir 3-ün üstü 4, 81 və oradan x-imizi tapırıq da, oradasını getmirəm. Çünki rahatdır. 64-də baxıram. Yenə də dəyərli müəllimlər, burada nə edirik? 2 üstü x-a 1a deyirik. Onda olur a kvadrat çıx 2a çıx 8 bərabərdir 0-a. Və buradan a1-i 4, a2-ni mənfi 2 tapırıq, hansı ki bu olmaz. Çünki dedik ki, bu ancaq müsbət olmalıdır. Onda 2 üstü x-i bu 4-ə bərabər eləsək, bunu da 2 üstü 2 kimi yazsaq, x-i 2 tapırıq.
Vəssalam, 64 A bəndi. 65-ə baxaq dəyərli müəllimlərimiz. Hə, burada neyniyək? Burada birinci gəlin, bu x-i, bu 2-ni daha doğrusu, bu 2-ni qarşıya verəkmi, verməyəkmi? Bir dəqiqə mən onu tərəddüdünü yaşadım. Yox, qarşıya verməyəcəm. Bu 4 ilə 2-ni kvadratdan salacam. Onda olacaq loqaritma 2-dən 3x üstə gəl loqaritma 2-dən x. Deməli, burada modula salmağa yeri gəlmişdən ehtiyac yoxdur. Niyə dəyərli müəllimlər? Deyim sizə. Çünki bu x burada da iştirak eləyir. Yəni, buradakı x-in müsbət olduğundan əminik ona görə. Aha, bərabərdir 2. Burada bunları birləşdirsən, bu eləyir 3x kvadrat bərabərdir 2 və sonrası belə gedir. Ondan sonra x kvadrat bərabərdir 4 bölü 3-ə və cavabımız əlbəttə ki, nə eləyəcək? Gəl baxaq. Bizə nə soruşur ki? Bir dəqiqə. Hə, cavabımız eləyəcək 2 böl kök altında 3. Onu da irrasionallıqdan azad eləyəcəyik də. Hə, şu, Y variantı bəs. 66-ya baxırıq. Hə, bu kimi dənliklərdə nə dedik dəyərli müəllimlər? Birinci içərdəkini yazırıq. Bərabərdir 2 üstü 2, 4. Sonra x üstə gəlib 1 yazırıq. 2 üstü 4, 16. Və x-i tapırıq ki, 15. Yəni, dünyanın ən məsum, ən gözəl misallarından biri. 67-yə baxaq, dəyərli müəllimlər. 67-də neyniyək? Birinci, gəlin belə bir şey eləyək. Baba, burada loqaritma 2 üstü, 8-i 2 üstü 3 yazsam, x üstə gəlir 7 eləyirmi gözəl müəllimlər? Bəli. Bu gəlir qabağa, bu da gedir 1-ə. Demək ki, x üstə gəlir 7 bərabərdir 4x çıx 5-ə. Qəşək. Buradan da x-imizi tapırıq 4. 67-də cavab nə olur? 4A bəndi olur. 68. Hə, yenə də. Bax, buradan bura kimini köçürdürsən, 2 üstü 2, 4. Yəni 2 plus loqaritma 3-dən 5 plus loqaritma 2-dən x çıx 2 bərabərdir 4-ə. Sonra bu 2-ni keçirsəm bu tərəfə, burada qalır 2. Deməli, bu ifadə 2-dirsə, indi buranı köçürdürəm. 5 üstə gəl, loqaritma 2-dən x çıx 2 bərabərdir. Bu dəfə 3 üstü 2, yəni 9. 5-i keçirdirəm tərəfə, qalır 4. Yəni, bu ifadə olur 4. Onda x çıx 2 bərabərdir 2 üstü 4-ün 6. X nəyə bərabərdir? 18-ə. 68-də olacaq C variantı. 69. Dəyərli müəllimlər, 3-ləri aparırıq. 3x üstə gəl 2, çıxılsın 4-ləri aparırıq. 2x çıx 1 olur. Çünki qarşıda mənfi var. Bərabərdir 13. X-i tapırıq 12. 70. 70-də neyniyək? Bu 3-ü üstə 1 kimi mənfi 1 kimi yazaq, qarşıya keçirdək. Keçirdəkmi, keçirtməyəkmi? Bir dəqiqə baxım. Keçirsək. Keçirdək. Deməli, mənfi loqaritma 3-dən 8-də 2 üstü 3 yazıram. O 3-ü də qarşıya keçirdirəm. Olur 2. Bərabərdir. Burada da 2 üstü 6 yazıram. 6-nı qarşıya keçirdirəm. Olur x-dan 2. Düzdürmü? Aha. İndi burada neyniyək? Burada neyniyək? Buradan gəlin loqaritma 2-dən x-dan 2-nə daha doğrusu tapsaq. 2-dən x-i tapsaq. Nə olacaq? Deməli, mənfi 3 loqaritma 3-dən 2 böl 6. Bu da gedir. Qalır loqaritma 3-dən 2 böl mənfi özdə. 2. Düzdür. Aha, sonra neyniyək? Bunu belə yazaq da. Mənfi 2-də 1 loqaritma 3-dən 2. Düzdür. Bax, mənim loqaritma 6 ifadəm hazırdır. Mən bir dənə deməli bunu quraşdırım ki, buradakı x-a bərabər olsun. Onu da necə quraşdırıram? Heç nə. Bu mənfi 2-də 1-i gətirirəm 3-ün üstünə. Gətirəndə axı tərsinə gəlir. Düzdür? Yəni mənfi 2 kimi gəlir. O da neçə eləyir ki? 9-da 1 eləmir. Və sonunda deməli mənim də x-im həmçinin nə imiş? 9-da 1 imiş. 70-də olacaq C variantı. 71-ə baxaq dəyərli müəllimlər. Birinci bu 2-ni gətirək qabağa. 2 loqaritma x
Sonra buradakı x üstü mənfi kimi yazıb belə yazaq. Digərlərini isə neyniyək? Heç nə, qoy qalsın. Deməli, lap bunu belə yazaq. Bax, bunu belə yazaq. İndi lazım olmaz, dəyişərik. Hə, indi burada nə qaldı? İndi burada bunlar getdi. Qaldı bu, bir də bu. Burada da 2-lər getdi. Şurada burada nə görsənir, dəyərli müəllimlər? X-in 1 olduğu görsənir. Əla. Baxaq, 1 harda, 1 deyirəm, 3 olduğu görsənir. O da B variantındadır. Deməli, burada neyniyək? Gəlin birinci bu loqaritma, kökdə 3, 32 var. Onu biraz sadələşdirək. Necə? Məsələn, bunu kök 3 üstü 2-də 1, bunu 2 üstü 5 falan yazırıq və hər birini qarşıya atırıq. Onda olacaq, yekunda olacaq 10 loqaritma 3-dən 2. Düzdür? İndi sonra neyniyim? Bax, bu x2 var, bunu daşıyacam və bu yuxarı. Olacaq, nəhayətində loqaritma 3 əsasdan 2-nin üstü x. X axı dedik, daşıyaq yuxarı. Düzdürmü? Bərabərdir. 64-ü də yazaq, 2-nin üstü 6. Biz bilirik ki, bu üçlər gedir. Qalır 2 üstü x bərabərdir 2 üstü 6 və yox, bu bir dəqiqə. Bu 10 da gəlir. Aha, bu 10-u unutduq. Bu 10x eləyir. Aha, 10 da 10x bərabərdir 6, x bərabərdir 6 böl 10, yəni 3 böl 5 edir, dəyərli müəllimlər. 72-də olacaq D variantı. 73-ə baxaq. Deməli, 73-də 2-ni qarşıya gətirsək, 2 loqaritma 3-dən x bərabərdir. Bu 4, 27-ni də 4-ü 2 üstü 2, 27-ni 3 üstü 2 kimi yazsaq, burada vurmadı da. Aha, bu olacaq 2-də 3 loqaritma 2-dən 3 bərabərdir. 9-umuz da öz yerində. İndi burada neyniyək? Bu 2-ləri aparaq. Bu 3-lə 9-u aparaq. Burada qalsın 3. Və dəyərli müəllimlər, loqaritmamızın xassəsinə görə bu 3-lə bu 3 də gedir. Nə qalır sonda? Aşağıda x yuxarıda, aşağıda 2 yuxarıda x bərabərdir 3, x də bərabərdir 2 üstü 3, yəni 8. Amma bizim burada x-in kvadratımız var idi axı. Biz bunu qarşıya gətirəndə yadınızda bayaqki misalda da modul da yazmalıydıq. O yüzden bu olur müsbət mənfi 8 belə. 74. 74-də dəyərli müəllimlər bundan çox işlədik. Y üstü x-a bir a deyirik. O olur a kvadrat çıx 10a üstə gəl 21 bərabərdir 0. Və buradan a1-imizi 3, a2-mizi 7 tapırıq. Deməli, y üstü x bir dəfə 3 olur. Yox, bizə deyir, nə deyir? Deməli, köklərin cəmini tapın. Yadınızdadırsa belə yazırdıq da. Y üstü x 1 bərabərdir 3, y üstü x 2 bərabərdir 7. Bunların hasili yuxarıda köklərin cəmini verir, bərabərdir 21. Onda bu x1 üstə gəl x2 də loqaritma y əsasından 21-dir. Bu da ln 21 deməkdir, dəyərli müəllimlər. Olur D variantı. 75-də nə edək? Tənliyin köklərindən biri 3. Dəyərli müəllimlər, tənliyin köklərindən biri 3 nə deməkdir? Yəni, x1-imiz 3-dür. Aparaq tənlikdə yerinə yazaq. Olacaq. 9 çıxılsın, 3 vurulsun loqaritma 2 əsasdan. 3a üstə gəl 1, üstə gəl 3, bərabərdir 0. Biraz bunu sadələşdirək və nəhayətində belə alacaq. Loqaritma 2 əsasından 3a plus 1 bərabərdir 4. Buradan da 3a plus 1 bərabərdir 16-ya. A-nı tapacağıq 5. Bizdən də elə A-nı istəyirmiş, vəssalam. 76-ya baxaq, dəyərli müəllimlər. 76-da belə eləyək. Gəlin birinci bu 3-ü qaldıraq x-in üstünə. Olacaq loqaritma, deməli, loqaritma x-in kubu. Və burada çıxma olduğuna görə biz birbaşa bunu belə yaza bilərəm də, yəqin ki, bu aydındır. Bu 2-ni də qaldırıram bu hissəyə. Bax, bu hissəyə loqaritmalar gedir. X-in kubu böl 32 bərabərdir. X-in kvadratı böl 4 yaranır. Və bilirik ki, burada x böyükdür 0 olmalıdır.
Bu heç, çünki loqaritmanın içindəki ifadələrə görə. İndi buradan da bizim x-imiz neçə çıxa bilər? 8 çıxa bilər. 76-nı kontrol edək. Bəli, düzdür. Davam eləyək dəyərli müəllimlər. 77-yə baxaq. Deməli, əvvəla bu 2-ni gətirək qarşıya. Loqaritma 3-dən x vurulsun. Sonra bu birisi 4-ü gətirək. Bax, buradan danışıram. Bu 9 da 3-ün kvadratı olanda olacaq. Onda 4-də 2 loqaritma x-dan 3. X-dan 3 bərabərdir loqaritma 2-dən x çıx 3 də öz yerində. İndi bax, bunlar ixtisarımız getdi. Baxın, nə gözəl bir şey alınıb. Bu x-la bu x, bu 3-la bu 3 gedir. Ümumiyyətlə burada 1 qalır. Deməli, loqaritma 2 əsasdan x çıx 3 nəyə bərabərdir? 1-ə. Buradan x çıx 3 bərabərdir 2-ə. X nəyə bərabərdir? 5-ə. Vəssalam. 78-ə baxırıq. Biraz qaldıraq. Hə, dəyərli müəllimlər, nə edirdik burada? Buna bir a deyirdik. Olur a kvadrat üstə gəl 5a çıx 6 bərabərdir 0. Buradan a1-imiz 1-dir. A2-miz isə mənfi 6-dır. Yəni 3 üstü x bərabərdir 1, x bərabərdir 0. Bu isə bilirik ki, ola bilməz. Deməli, 78-də olur B variantı. 79-a baxaq. Buradan 3x çıx 2 nəyə bərabərdir dəyərli müəllimlər? X-in kvadratına və buradan da tənliyi həll edirik. Əlbəttə ki, x-in böyükdür 0 halını götürəcəksiniz dəyərli müəllimlər. Orada da x-imizi 2 tapırıq. Dediyim kimi digər kökü x 0-dan böyükdür şərtini ödəməsi üçün yoxlayırsınız və buradan ancaq 2 ödəyir. 80-də nə edirik? Deməli, kök altında x çıx 1-in kvadratı bərabərdir 3-ün kvadratı 9-a. Buradan da bilirik ki, moduldan çıxır. Bərabərdir 9. Onda bir dəfə 10-dur cavabımız. Bir dəfə də deməli mənfi 8-dir cavabımız. Və bizdən onların cəmini istəyir. Cəmi olur 2. 81-ə baxaq dəyərli müəllimlər. Burada loqaritma 3 kvadrat x çıx 1 nəyə bərabərdir? 4 üstü 0-a, yəni 1-ə. Bu da bilirik ki, loqaritma bir dəfə 1-ə, buradan x çıx 1, 3x bərabərdir 4-dürsə. Bir dəfə də mənfi 1-ə, x çıx 1 bərabərdir 3-də 1, x bərabərdir 1 tam 3-də 1. Və burada bunların cəmini tapacağıq. O da eləyəcək 3-də 16. 82-yə baxaq. Tənliyin köklərinin sayını deyir tap. Belə eləyək, bax, bunu bu tərəfə keçirsək, qalır 7 dənə 3 üstü x bərabərdir 3-ə. Buradan 3 üstü x bərabərdir 3 böl 7-yə. Bu da dəyərli müəllimlər, bir dənə kökü var da. Vəssalam. Davam eləyək, 83. Buradan belə eləyək, 2 üstü x çıx 8 bərabərdir 2 üstü 7 çıx x. Bunu da 2 üstü mənfi x kimi yaza bilərik, dəyərli müəllimlər. Deməli, buradan da nə çıxacaq? Biraz sadələşdirək. 2 üstü x çıx 8 bərabərdir 128 böl 2 üstü x. Bunu elə bir üstünü müsbət elədim. Sonra gəlin buna bir a deyək. Onda a çıx 8 bərabərdir 128 böl a-dır. Və əlbəttə ki, bu tənliyi həll eləyəcəksiniz. A1 bərabərdir 16. A2-ni isə mənfi 8 alacağıq. 2 üstü x bərabərdir əvəz etmədə yerinə qoyuram. 16 olarsa x bərabərdir 4. Bu isə bilirik ki, mənfi ola bilməz. Deməli, cavabımız olacaq C variantı. 84-ə baxaq. Burada gəlin birinci sadələşdirməli eləyər. 9-u yazacağım 3 üstü 2 şəklində. Dəyərli müəllimlər, bax, belə yazacağım. Aha. Üstə gəl. Bunu da belə eləyək də. 3 üstü 2 ayrıca, 3 üstü mənfi 2 eləyən x də ayrıca yazaq. Və belə deyim də. Buna bir dənə a desəm. A üstə gəl. Bu 9-da axı. Deməli, 9 bölünsün. Bunun mənfi olduğuna görə məxrəcə atıram. 9 bölünsün a olmuş olur 10. Bunu da həll eləyəndə a1-imiz 9-dur. A2-miz isə 1-dir. Deməli, biz nəyi əvəz etmişdik bunu? Bərabərdir 9, 3 kvadratı yazaram. Bu kvadratlar gedər. Eləyən x bərabərdir 1 qalar. X də olar y.
Digərinə baxaq. ln x bərabərdir 1. 1 üçün biz bilirik də 3 üstü 0 eləyə bilərik. Deməli, bu 0-a bərabərdir. Onda ln x-in özü də 0-dır. X isə y üstü 0, yəni 1-dir. Dəyərli müəllimlər, köklərin hasilini istəyir. Köklərin hasili elə y-dir, yəni A variantı. 85. Əvvəla gəlin bu 16-nı çarpaz vuraq. 16-nı çarpaz vuraq və hər tərəfi loqaritmalayaq. Loqaritma 2 əsasdan loqaritmalayacağam. Bax, bu şəkildə. Bunu da həmçinin. Onda mən bunu parçalayıram. Əlbəttə ki, vurmanı üstəgəlmə formasında parçalayırıq. Bu gəlir qabağa. Onda olur loqaritma 2 əsasdan x-in kvadratı bərabərdir. Bu eləyir 4 üstəgəl. Bu isə eləyir 3 loqaritma 2-dən x. Buna bir a deyək. Olur a kvadrat çıx a çıx 3a çıx 4 bərabərdir 0-a. Buradan da a1-imiz 4-dür. A2-miz isə -1-dir. Dəyərli müəllimlər, əvəz etdiyimizi indi yerinə qoyaq. Bunu a əvəz etmişdik 4. X bərabərdir 16. Bir dəfə də -1. X bərabərdir nə olmuş olur? 2-də 1 olmuş olur. Mənə bunların hasilini istəyirsə, cavabımız olacaq 8. Davam eləyək 86 ilə. Burada da dəyərli müəllimlər, hər birini loqaritma üst əsasdan loqaritmalayaq. Onda belə bir şey olur. Bunu da birbaşa cəmə çevirirəm. Bu şəkildə, baxın. Bu gəlir qarşıya, bununla vurulanda olur loqaritma kvadratı. Bu isə bizə verir 6. Aha. Üstəgəl loqaritma 3-dən x. Buna bir dənə a deyək. Olur a kvadrat çıx a çıx 6 bərabərdir 0-a. Buradan da a1-imiz 3-dür. A2-miz -2-dir. Yəni, loqaritma 3-dən x bərabərdir 3 isə x 27-dir. Loqaritma 3-dən x -2 isə x olur nə? 9-da 1. Vəssalam. 87. Yenə də hər iki tərəfini elenləyək. Ln x bərabərdir ln y üstü ln x üstəgəl 2. Dəyərli müəllimlər. Deməli, burada olacaq ln-in kvadratı x. Burada isə nə baş verəcək? Bu qarşıya gələndə bu 1-ə çevriləcək. Onda olacaq ln x üstəgəl 2. Yenə də kvadrat tənlik. Buna bir a deyirəm. A kvadrat çıxa çıx 2 bərabərdir 0-a. A1-imiz 2-dir. A2-miz -1-dir. ln x 2-dirsə x y üstü 2-dir. ln x -1-dirsə x-imiz 1/y-dir. 87 olacaq. C variantı dəyərli müəllimlər. Davam eləyək. 88. Gəlin deməli birinci bu hissəyə baxaq. Burada biz çevirmə eləsək 2 loqaritma 5-dən x eləyir. Üstəgəl digərinə dəyməyək hələ. 5x üstəgəl 2. Burada 2-ni qarşıya keçirdək. Loqaritma 5-dən x. Çıxılsın. Burada da biraz sadələşdirəndə artıq üstəgələ çevrilir əlbəttə ki. Və olur müsbət 3 sadəcə. Çünki burada gedəcək də sonra. Aha, baxın. Bunlarla sağollaşırıq. Və bu bərabərdir 3 qalır. Onda 5x üstəgəl 2 nəyə bərabər olur? Bu 3-ün üstü 3, yəni 27. Buradan da dəyərli müəllimlər x-imiz çıxır 5. 89. Burada neyiniyək? Gəlin tərs çevirək. Tərs çevirəndə bilirik ki, 4 loqaritma a 4 olur. Onlar da bir-birindən yer dəyişir. 5 loqaritma b 4 olur. Bərabər də loqaritma b4 də burada var. İndi belə eləyək. Deməli, buradan 4 loqaritma a 4 bərabərdir -4 loqaritma b4 olur. Bunlarla sağollaşırıq. Bu -1-i b-nin üstünə mi gətirək, yoxsa 4-ün üstünə mi gətirək? Biraz orada qaldım. Nəsə, 4-ün üstünə gətirək. Onda olacaq loqaritma a-dan 4 bərabərdir loqaritma b-dən
4 üstü mənfi 1 olacaq. 4 üstü mənfi 1 olacaq. Düzdür? Yox, bəlkə belə eləməyək bir dəqiqə. Belə eləməyək. O mənfi 1-i yenə də elə bayaqki fikrimə qayıdıram. Bura daşıyıram, bura daşıyıram. Və burada dəyərli müəllimlər 4-lər eyni olduğuna görə onda belə çıxır ki, A da B üstü mənfi 1-dir. Yəni belə bir şeydir. Və mənə də deyirdi ki, bayaq A vur B hasilini tap. Vəssalam da A vur B hasili nə imiş? 1 imiş. 90. 90-da nə edirik? Deməli, 3 çıx x bərabərdir x çıx 1-in kvadratı yazırıq və möhtəşəm bu tənliyi həll edirik. Sadəcə baxırıq ki, təyin oblastlarında bunların hansı ödəyir, hansı ödəmir. Məsələn, 2-yə baxırıq. 2-yə baxanda aşağısı 1 olur. Biz də bilirik ki, loqaritmanın əsası 1 olmaz. Deməli, bu ödəmədir. Mənfi 1-ə baxıram. Mənfi 1-ə baxanda yenə də heç o tərəfə getmirəm. Yenə də görürəm ki, bura mənfi oldu. O da olmaz. Deməli, heç bu da ödəmədir. Onda nə olur dəyərli müəllimlər? Kökü olmur. 91-ə baxırıq dəyərli müəllimlər. 91-də nə edək? Gəlin birinci bu 2-də 1-i 2 əsası ilə gətirək. Bilirik ki, bu qarşıya mənfi kimi çıxacaq, lakin kvadrat onu müsbətə çevriləcək. Bir sözlə bu deməli loqaritma 2 əsasından 4x-in kvadratına çevriləcək. Əla. İndi bunu da necə yaza bilərik də? Şey kimi, nədir onun adı? Cəm kimi yaza bilərik. Hələ onda gəlin, hələ loqaritma 2x kvadratı böl 8-i çıxma kimi eləyək. Loqaritma 2-dən x kvadratı çıxılsın loqaritma 2-dən 8. Düzdürmü? Bu 2 gəldi qarşıya. 2 loqaritma 2-dən x çıxılsın 3 eləyir bu. Və deməli nə alındı? Bayaqkını da dedik ki, loqaritma 2-dən 4 üstə gəl loqaritma 2-dən x yazaq, lakin bunun kvadratı. Ondan müəllimlər, baxın. Deməli, bu da eləyir 2-də. 2 plus loqaritma 2-dən x-in kvadratı üstə gəl. Deməli. Burada nə elədik? Hə, bu oldu da. 2 loqaritma 2-dən x çıxılsın 3. O da bərabərdir 8. İndi burada gəlin bunu bir t ilə, a ilə fərqi yoxdur, əvəz eləyək. Alınacaq 2 üstə gəl t-nin kvadratı, üstə gəl 2t çıx 3, bir sözlə çıx 11 olacaq da. Bunu da tam sadələşdirəndə t kvadratı üstə gəl 6t çıxılsın 7 olacaq. İndi burada T1, T2-ni tapaq. T1 1-dir, T2 mənfi 7-dir. Əvəz etmədə yerinə yazaq. Deməli, loqaritma 2-dən x 1-dirsə, x 2-dir. Loqaritma 2-dən x mənfi 7-dirsə, x 128-də 1-dir. Cavab nə olur? Cavab olur B bəndi. Əla. 92. Deməli, loqaritma xassəsinə görə içəridəki ifadə bərabərdir əsasın üstü, bax bu 2 dəyərli müəllimlər. Buradan da biz x-imizi 11.25 alırıq. Amma. 11.25 alırıq. Qoy görüm cavab varmı? Təyin oblastına yoxlamaq lazımdır. Təyin oblastını yoxlamaq lazımdır. Təyin oblastını yoxlayanda dəyərli müəllimlər bu hissəyə baxın, mənfi alınıraq. Ona görə heç bunun cavabı olmur. 93. Əvvəla bunları birləşdirsək, kök altında x vur kök altında x-in kubu eləyəcək dəyərli müəllimlər. O da eləyəcək x-in kvadratı. Bərabərdir 1 yazmışıq, düzdür? Deməli, x-in kvadratı bərabərdir nə olur? 10 olur. X nə olur bəs? X olur kök altında 10. Bəs salam. 94-ə baxaq.
Hə, bu kimi tapşırıqlarda biz nəyə bölürük? Baxaq ki, nəyə bölək. Birinci gəlin bunları bəlkə parçalayaq. Deməli, necə parçalayaq? 2 vur 5 üstü x qalsın. Bunu 5 üstü x vur 5 şəklində yazıram. Bunu 3 üstü x vur 3. Bunu 3 üstü x vur 9. Bunu da bu şəkildə yazıram. İndi o tərəf bu tərəfə keçirtsək, 5 üstü x-ları bir yerə yığsaq, dəyərli müəllimlər, nə qalır? Qalır, nə qalır? Bir dəqiqə baxaq. 7 5 üstü x qalır. 3 üstü x-ları isə bir-birinə islah eləsək, deməli, 9, 3, 6, bir dəqiqə. Deməli, 3 üstüləri 3, bu da 9, 12, 7 dənə qalır buradadır. Vəssalam, 7-lər gedir. 5 üstü x, 3 üstü x-a nə vaxt bərabərdir ki, x-un 0 qiymətində? Vəssalam. 95-ə baxaq. Burada da eynən 7 vur 3 üstü x vur 3, üstə gəl, 5 üstü x vur 5 kvadrat, bərabərdir 3 üstü x vur 3 üstü 4, çıxılsın 5 üstü x vur 125, birbaşa yazdım. Və yenə də o tərəf bu tərəfə keçirdəndən sonra 3 üstü x-dan 3 dənə, 5 üstü x-dan 5 dənə qalacaq. Sonra belə eləyəcəm, baxın. Elə bir bunu gətirəcəm bunun məxrəcinə, bunu da bunun məxrəcinə olacaq. 3 üstü x böl 5 üstü x bərabərdir 5 böl 3. 5 böl 3 də 5 böl 3 də 5-də 3-ün üstü mənfi 1 deməkdir. Deməli, dəyərli müəllimlər, onda burada x neçədir? Mənfi 1-dir. 96. Deməli, burada neyniyək? Bu 1, 1. Nə vaxt olar? Baxın, x çıx 3 üstü x kvadrat çıx 5x üstə gəl 4 bərabərdir x çıx 3 üstü 0 olsa. Düzdürmü? Deməli, bu 0-a bərabər olsa. Onda buradan kökümüz 1-i 4-dür, 1-i 1-dir. Aha, amma 1 ola bilməyəcək. Niyə? Çünki bu, belə deyim, əsasımız mənfi olmuş olacaq, düzdür? Bir də əsasımız 1 olarsa, yəni 1-in üstü nə olur olsun, 1 eləyəcək, düzdürmü? Deməli, x çıx 3 1 olanda da x oldu 4. Aha. Bu belə. İndi əsasımız mənfi 1 olarsa da, amma bura cüt olmaq şərti ilə yenə də cavabımız 1 olacaq. Deməli, x üst 3-ü mənfi 1 olarsa, x-imiz olur 2, düzdür? İndi 2-ni qoyaq görək hələ yuxarısı cüt eləyirmi? Bəli, eləyir. Deməli, onda bizim uyğun köklərimiz nə olacaq? Daha doğrusu, müxtəlif köklərimizdə. Burada mən 1-i götürmədim. Yox, amma 1 olar. Çünki bu, belə deyim, mənfi 1 üstü nəsə olar da. Yox, bu ədəd qismindədir. 1 olar. Deməli, 1, 4, bir də 2-ni götürürük. Bu da eləyir neçə? 7. 97-yə baxaq. Tənliyin köklərinin hasilini tapın. Yenə də, dəyərli müəllimlər, deməli, bu 1 olsa, bir də mənfi 1 olsa, onda x çıx 1, 1 olsa, x 2 eləyir, x çıx 1, mənfi 1 olsa, x eləyir nə? 0. Bunu qoyduq qırağa. Amma, indi görək hələ bir dəqiqə. 0 olsa, bir dəqiqə. 0 olsa problem deyil. Heç nə də. Aha. İndi bir də qüvvətimiz 0 olsa, elə deyil. Yəni, x kvadratı çıx 3x üstə gəl 2 0 olsa. Yəni,
Bu qüvvət 0 olsa da cavab 1 eləyir axı. Onda bunun köklərindən biri 2-dir, biri 1-dir. Amma 1 olmaz dəyərli müəllimlər. Niyə? Bax 1 olsa burada 0 eləyir, yuxarısı da 0 eləyir. Bu isə qeyri-müəyyənlikdir. Bax o da var da indi. İndi bizdə qalır deməli 0 və 2 kökləri. Bu köklərə də bir baxaq hələ. Heç nə, problem deyil. Deməli 2 vurulsun 0, cavabımız 0. 98 yenə də eyni hal dəyərli müəllimlər. Qüvvət üstü 0 eləyirik ki, cavabımız nəyinsə üstü 0 olanda 1 olsun. Deməli, bax, bu üstü 0 edirik. Buradan da köklərimizi tapacağıq. Birini 2, birini isə 3. Amma yoxlayırıq ki, 0 üstü 0 olmasın. Əlbəttə ki, 3-ü qoyanda 0 üstü 0 olur. Deməli, 3 olmaz. 2-ni götürdük. Bir də əsası 1 və mənfi 1 eləyirik. X sıx 3 1 olsa x olur 4. X sıx 3 mənfi 1 olsa x olur 2 dəyərli müəllimlər. Deməli, köklərin cəmini istəyir bizdən. Köklərin cəmini istəyir. Bizim deməli köklərimizin biri 4-dür, biri 2-dir. Amma 4-ü də qoya bilmirik. Ya, fikir verin. Baba, bura bax, 4-ü də qoya bilmirik axı. Bir dənə 2-ni qoya bilirik. O da eləyir D variantı. 99. Burada yenə dəyərli müəllimlər, bunları biraz belə deyim, parçalayacağım, sadələşdirəcəm. Bir sözlə belə bir şey alınacaq. 7 vur 49 üstü x bərabərdir 3 vur 9 üstü x çıxılsın. 21-i də 7 vur 3 şəklində yazıram, elə bil. Olacaq elə bir 4 vurulsun, 7 vur 3 üstü x. Bax, belə. Burada da burada nə edək? Biraz daha sadələşdirək. Gəlin hər tərəfi 9 üstü x-a bölək. Deməli, nə alınır, dəyərli müəllimlər? 7, bunu da belə yazıram, bax. 9 üstü x-a böləndən sonra, bax, belə yazıram. Onlar da, düzdürmü? Aha, çıxılsın 3, bax, buna görə 9 üstü x-a böldüm, axı. Çıxılsın, burada 9 üstü x-a böləndə burada 3 üstü x qalacaq və mən də bunu belə yazıram. 4 vurulsun, 7 böl 3 üstü x. İndi mən bunu bir dənə a deyirəm. Olur 7a kvadratı çıx 4a çıx 3. Daha doğrusu üstəgəl olur. Bu üstəgəl olur, bu çıx olur. Aha, bərabərdir 0-a. Buradan da A1, A2-ni rahatlıqla tapırıq ki, biri 7-də 3-dür. Biri də mənfi 1-dir. Düzdür? İndi aparaq əvəzləmədə yerinə yazaq. Biz 3-də 7-ni əvəz etmişdik. Bunu da yazıram 3-də 7 üstü mənfi 1. Onda x mənfi 1-dirmi? Bəli. Əlbəttə ki, bunu bərabər edə bilməyəcəm. Çünki qüvvət mənfiyə bərabər ola bilməz. Cavabımız nə olacaq? Mənfi 1 olacaq. 100-ə baxırıq. Tənin neçə müxtəlif kökü var? Deməli, bu cür tapşırıqlarda biz qrafik üzrə qurub baxırıq. Baxın, mən sizə bunu vizual göstərim. 3 üstü x buradan keçir 1-dən. Elə bir artan funksiyadır. Amma 1 çıx 2x xətti funksiyadır. O da 1-dən keçir, sadəcə azalandır. Və ona görə bu cür biri artan, ümumiyyətlə yadınızda saxlayın, biri artan, biri azalan funksiyalar ən çoxu bir nöqtədə kəsişirlər. Deməli, neçə müxtəlif kökü var? Bir müxtəlif kökü var. Yüzdə olacaq B variantı. 101 dəyərli müəllimlər. Yenə də 2 üstü x-i burada saxlayıram. 2 çıx x eləyir. Yenə də dəyərli müəllimlər, baxın, bu artandı, bu isə azalandı. Deməli, neçə çəkmə nöqtəsi var? 1 dənə. Vəssalam. 102-yə baxıram, 3 üstü x-i saxlayıram. X çıx 5. Hə, ikisi də artandı. İkisi də artandı. İndi gəl baxaq. Bu da artır, bu da artan funksiyadır. Deməli, bu əslində bu şəkildə sürətlə artır bu formada.
Bu isə -5-dən keçərək belə artır. Deməli, bunların nədir? Heç ümumiyyətlə kökü yox imiş, kəsişmirlərmiş. 103-ə baxırıq. Burada dəyərli müəllimlər, deməli, kök altında x çıx 3-ün üstü 2, bu 2-ni bu tərəfə keçirsəz, bərabərdir 5 eləyir. Deməli, kvadrata yüksəldəkmi, yoxsa bir dəqiqə baxım. Buradan kvadratlar gedəndən sonra x-imizi nə tapırıq? 8 tapırıq, düzdür? Və mənim təyin oblastıma görə də bu 3-dən böyükdür. Yəni 8 tamamilə mənim bütün şərtlərimi ödəyir. Belə. 104-ə baxırıq. Burada neyiniyək? Burada əlbəttə ki, loqaritma 6 ifadəni bərabərdir 2-1 üstü -2, yəni 4 eləyəcəyik. Və buradan da rahatlıqla bizə nə deyir? Təminin köklərinin cəmini tap deyir də. Təminin köklərinin cəmini tapacağıq ki, 8. Vəssalam. Asan bir şeydir. 105. %105-də neyniyək? Bunu keçirdək qarşıya, bura. Və bunlar çox gözəl ixtisarımızı aparacaq. Əlbəttə ki, fərqlidir 0 şərtində. Deməli, alınacaq loqaritma 2, 2x çıx 4 bərabərdir 1. Buradan 2x çıx 4 bərabərdir 2, 2x bərabər 6. Nə isə bərabərdir 3 tapırıq, dəyərli müəllimlər. Vəssalam. Müsbət qiymətini deyir, tapdıq. 106. Burada neyniyək? Burada əvvəla bu var. Bunu x-in üstündəkini gətirək də qarşıya. Onda olacaq 4 kök altında loqaritma 2-dən x çıxılsın 2-də 1 loqaritma 2-dən x bərabərdir 3-ə. Buna bir a desəm, dəyərli müəllimlər, 4a çıx 2-də 1 a kvadrat olurmu? Axı bu bunun kvadratı olmuş olur. Bərabərdir 3-ə. Bərabərdir 3-ə. İndi hər tərəfini 2-yə falan vururuq, azad eləyirik, nəysə. Və A1, A2-ni tapırıq. A1-imizi tapırıq, 1, A2-mizi tapırıq, 3. İndi əvəz etməni də yerinə yazsaq, nə alınır? Deməli, bunu 1-ə bərabər eləsək, elə loqaritma 2-dən x bərabərdir 1, x bərabərdir 2 olur. Bir dəfə də 3-ə bərabər eləsəm, onda 9 olur. X isə 2 üstü 9 olur. İndi mənə deyir ki, köklərin hasilini tap. 2 ilə 2 üstü 9-un hasili 2 üstü 10 eləyirmi? Əlbəttə ki, eləyir. 107-yə baxaq. Deməli, qaldırım biraz. Deməli, burada nə edirik? Bu bir-birinə nə vaxt bərabərdir? Bu bir-birinə o vaxt bərabərdir ki, dəyərli müəllimlər, x bərabərdir 1 olarsa, çünki hər tərəf 0 olur və bir-birinə bərabər olur. Bir də şudur, elə 1 vəssalam. Heç uzağa niyə getdik? 108. Burada nə edirik? Burada möhtəşəm bizim bu ixtisarlarımız var. Bax, 4, 4. Sonra nə bilim 5, 5 falan. Onlar hamısı ixtisara gedir, dəyərli müəllimlər. Nə qalır? Bax, buradan x qalır, loqaritma x. Buradan da 3 qalır. Axı, bayaq getməmişdi. Bərabərdir 2-də 1 və salam. X-ü 2-də 1 bərabərdir 3-dür. X bərabərdir nədir? 9-dur. 109-a baxırıq. Ümumiyyətlə, dəyərli müəllimlər, hasilin sıra bərabər olması üçün ayrı-ayrılıq vuruqların sıra bərabər olması gərəkmir? Gərəkir. Onda birinciyə görə biz müsbət -3 alırıq, lakin -3-ü götürmürük. Niyə? Çünki bura 0 olacaq. Bu 1. İkincidə bunu bərabərdir 0 etsək, x üstəgəl 3 bərabərdir 1, x bərabərdir -2 götürürük. Amma bu da burada ödəmir. Baxın, görürsünüz, o da orada ödəmir. Deməli, bizim nə oldu? Bir dənə 3 oldu da, elə deyil. Yəni, bir dənə mi kökümüz oldu? Bir dənə kökümüz oldu. O da bir dənə müsbət 3 oldu. Dəyərli müəllimlər. 110-a baxırıq.
Hə, 110-da dəyərli müəllimlər, bu x-lər bir-birini sağollaşır. Qalır x çıx 3-ün kvadratı bərabərdir 4, x çıx 3 bərabərdir 2, x bərabərdir 5. Bir dəfə x çıx 3 bərabərdir -2, x bərabərdir 1 alırıq. Lakin bu x-ləri aparsaq da x axı müəyyən şərti ödəməlidir. X böyükdür 0 və fərqlidir 1 olmalıdır. Hansı ki biz burada 1 aldıq. Deməli o 1-i olmaz. Cavab 5. 111-ə baxırıq. Burada nə edirik? Gəlin sağdakıları sola aparaq və vuruqlarına ayırma edək. Onda bu bir vuruğumuz olacaq, dəyərli müəllimlər. Bu da bir vuruğumuz olacaq. Hasil sıfırdırsa hər biri vuruğu ayrı-ayrılıqda 0 edirik. Onda bu y olur. Bunu da 0 etsək, onda bu olur 2-də 1, dəyərli müəllimlər. Görək ki, bizim problemi burada nəsə varmı? 2-də 1 qoymaq olarmı? 2-də 1 qoymaq olarmı? Tənliyin böyük kökünü tap deyir. Hə, zaten böyük kök onda budur. Problem deyil deməli. 112-yə baxırıq. A-nın hansı qiymətə tənliyin həqiqi ədədlər çoxluğunda həlli var? Loqaritmanın qaydasına görə x kvadrat üstəgəl 2x üstəgəl 3 bərabərdir a-ya. Düzdürmü? Buradan da x kvadrat üstəgəl 2x üstəgəl 3 çıx a bərabərdir 0. Əlbəttə ki, bunun həqiqi ədədlər çoxluğunda hədli olması üçün d böyükdür, bərabərdir hətta 0 olmalıdır və diskriminantı biz diskriminantın tapma qaydasına görə tapıb 0-dan böyük eləyib bərabərsizlik həll eləsək, a böyük bərabərdir 2 tapırıq dəyərli müəllimlər. O da C variantında olur. 113. 113-də əvvəla bu kökaltının 2-də 1 kimi yazıb onu belə deyim qarşıya aparaq və x-in üzərinə qaldıraq. Onda belə bir şey olur. Loqaritma pi-dən x kvadrat. Çünki x kvadrat yazıramsa modula artıq ehtiyac qalmır. Və bərabərdir loqaritma pi-dən x kvadrat çıx 1 moduldadır əlbəttə ki. Onda bunları atıb bunları bir-birinə bərabər edirəm. Yəni x kvadrat bərabərdir modulda x çıx 1. Burada da bir dəfə müsbət, bir dəfə mənfi olmaq şərti ilə, yəni əksində, yəni bir sözlə olmaq şərti ilə götürsək, dəyərli müəllimlər, köklərimizi müsbət mənfi 1 böl kök altında 2 alırıq. Bunların da cəmi 0 edəcək. Yəni ondan o tərəfə həll prosesi rahatdır da. 114-ə baxırıq. 114-də deməli nə edək? Biz bilirik ki, bununla bunun yeri dəyişə bilər. Onda ikisi bir yerdə 4 dənə 2 üstü loqaritma x edir. Bərabərdir 8. Böldüm, burada qaldı 2. Deməli loqaritma x nəyə bərabərdir? 1-ə. Bu nəyə bərabərdir? 10-a. Vəssalam. 115. Tənliyin köklərinin hasilini istəyir, dəyərli müəllimlər. Baxın, mən bunu necə yazacağam? Mən bunu loqaritma 2-dən x-in üstündə loqaritma 2-dən x yaza bilərəm. Bəli. X vurulsun, loqaritma 2-dən x da bu öz yerində qalsın, bərabərdir 32. Bu 2-lər gedir. Demək ki, sən demə, burada elə bax, bunun kimi bir şey alınır. Onda buradan 2 dənədir deyən, mən də bundan 2 dənə yazıram. Bərabərdir 32. Böldüm, elədi 16. 16-nın da 2 üstü 4 yazıram. Aha. İndi gəldi, ilişdik burada. Yoxsa onu bir dəqiqə. Necə yazaq? Deməli, bax, x üstü loqaritma 2 əsasdan x bərabərdir. Nə qalmış? 16 lap yazaq. Hər tərəfi loqaritma 2 əsasdan loqaritmalıyaq. Onda loqaritma 2 əsasdan x üstü loqaritma 2 əsasdan x bərabərdir. Loqaritma 2 əsasdan 16. Bu mənə nə verir? Bu qarşıya gələcək, bunun kvadratı verəcək mənə. Buradan yazıram. Bərabərdir, bu da mənə verəcək 4.
Aha, bir dəfə 2-yə, bir dəfə mənfi 2-yə bərabər eləyirəm. Onda birini 4 tapıram, o biri kökümü isə 4-də 1 tapıram. Və köklərin hasilini istədiyinə görə cavabımız olacaq 1. 116. 116-da nə edək dəyərli müəllimlər? Deməli, belə eləyək. X kvadratını saxlayıram, bu birisini keçirdirəm sağ tərəfə. Aha, hər iki tərəfi elgə eləyək. Onda elgə x kvadrat bərabərdir. Elgə bunu 2 dəfə yazıram da. Bilirsiniz ki, üstəgəl kimi. Bax, belə. Bu mənə 2 elgə x verir. Bu mənə 1 verir. Bu da qarşıya gəlir, elgənin kvadratı verir. Nə alındı? Kvadrat tənlik alındı. Bunun da bir kökü 1'dir. Zaten yox. Burada elə müxtəsər vurma düsturu alınır. Elə x ancaq kökümüz 1'dir. Deməli, elgə x bərabərdir sadəcə 1. X-imiz nə olur dəyərli müəllimlər? 10 olur. 117-yə baxırıq. Tənin köklərinin hasilini deyir tap. Burada da nə edək? Burada da dəyərli müəllimlər 27x kvadrat. Bunu keçirdək sağ tərəfə. Və hər tərəfi loqaritmiyə alıyaq, lakin 3 əsasla. Çünki burada 3 əsas var. Ona görə. Bunu da parçalayacağım. 27 üstəgəl loqaritma 3 əsasdan x-in kvadratı bərabərdir loqaritma 3 əsasdan x loqaritma 3 əsasdan x. Bu mənə 3 verir. Bu gəlir qabağa 2 loqaritma 3-dən x. Bu da loqaritmanın kvadratı verir mənə. Yenə kvadrat tənlik formasına gəlir. Və burada köklərimizin deməli biri 3'dür. Biri də mənfi 1'dir. Yəni loqaritma 3'dən x bir dəfə 3'dür. X olur 27. Bir dəfə də mənfi 1'dir. X olur nə? 3'də 1. Mənə köklərin hasilini istəyir. Hasil olur 9. 118. Deməli, dəyərli müəllimlər, dedik ki, hasil 0 olsa, vuruqlardan hər birini ayrı-ayrı 0-a bərabər eləyirik. Bu hissəni 0-a bərabər eləsək, deməli, köklərimiz nə tapılır? Biri 1 tapılır, biri 2 tapılır. Düzdürmü? Lakin biri qoymaq olmaz, burada ödəmir. Deməli, 2-ni bəs, 2-ni olarmı? 2-ni hələ ki olar. Yox, bir dəqiqə. Hə, heç 2-ni də olmazmış, bax buna görə. Aha. Deməli, 2 də olmazmış. Bu getdi. Bir dəfə bunu 0 eləyirik. Bir də bilirik ki, bu da 0 olmaz. Bu da getdi. Bir də bunu 0 eləyirik onda. Bunu 0 etsək, onda x çıxı 2 bərabərdir. 3 üstü 0 elə 1. Və x də bərabərdir. Nə alırıq? 3 alırıq da eləmi? İndi baxaq ki, bəs 3 ödəyirmi? Biraz buraları təmizləyək. Baxaq ki, bəs 3 ödəyirmi? Həqiqi köklərinin sayında. X çıxı 2 bərabərdir 1, x olur. X 3 ödəyir. Bir dəqiq, niyə bəs 0 veriblər? Harada ödəmədi ki? X-in 3, hə, burada. Heç bura baxmıram. Bəli, heç bu da ödəmədi. Deməli, kökü yoxdur. Yəni 0 sayda kökü var. 119 dəyərli müəllimlər. Burada gəlin hamısını 3-ə gətirək. Onda hamısını 3-ə gətirsək, olacaq loqaritma 3-dən x. Bu olacaq 2-də 1 loqaritma 3-dən x. Bu olacaq 3-də 1 loqaritma 3-dən x bərabərdir 4.5. Bunlar vurulanda olur 6-da 1. Bunlar isə loqaritmanın kubu eləyir. 6-nı 4.5-ə vuraq çarpaz, eləyəcək 27. Deməli, loqaritma 3-dən x nəyə bərabər olacaq? 3-ə. X nəyə bərabər olacaq? 27-yə. 119-da A bəndi. Bəli, düzdür. 120.
Burada da dəyərli müəllimlər, hər birini hesablayaq da. Bax, bu neçə eləyir ki? Bu 3 eləyir də, elə deyil, 3. Üstəgəl loqaritma 2-dən x çıx 1. Bu da loqaritma 2-dən x kvadrat üstəgəl 8. Gəlin belə yazaq. Bunu bilsiz necə yazıram? Loqaritma 2-dən 8 yazım. Niyə? Bunları birləşdirmək istəyirəm. Loqaritma 2-dən 8 vurulsun, x çıx 1 bərabərdir. Loqaritma 2-dən x kvadrat üstəgəl 8. Bunlar getdi. Bunların bərabərliyi alındı, dəyərli müəllimlər. Buradan da biz x-imizi 4 tapacağıq. 120-də olacaq B variantı. 121. Birinci gəlin neyniyək? Bu 9-u 3-ə gətirək. Olacaq loqaritma 3-dən x. Amma bu qarşıdakı da olacaq 2-də 1 də, elə deyil. Bərabərdir. Buradakı 9-u da yazsaq, loqaritma 3. Deməli olacaq 2-də 1 loqaritma 3-dən x. Bu 2-də 1-i qaldıraq yuxarı. Olacaq loqaritma 3-dən. Loqaritma 3-dən x-in üstündə 2-də 1. Bərabərdir loqaritma 3, 2-də 1 loqaritma 3-dən x. Bu loqaritmalar gedir. Deməli bu, yəni loqaritma 3-dən x üstü 2-də 1 bərabərdir. 2-də 1 loqaritma 3-dən x. Dəyərli müəllimlər, biraz ola bilsin səlqəsiz yazıram. O da sürətdəndir ona görə. Çünki gün ərzində çox video çəkirəm, yorğunçuluqdur, biraz üzürlü sayın. Yəqin ki, anlaşıqlı qəbul edərsiniz. Hər iki tərəfi dəyərli müəllimlər kvadratı yox, yüksəltmirəm. Baxın, nə edəcəm? Bunu bir A deyəcəm. A bərabərdir 2-də 1. Bu da olur bunun kvadratı axı. A kvadratı, düzdür? Buradan da A-nın biri 0 halında olur. O birisi isə 4 halında bu bərabərlik olur. İndi gəlin əvəzləməni yerinə yazaq. Bu kök altında idi da. Kök altında loqaritma 3-dən x. Yəni elə bir 2-də 1 kök altı yazdım da. 0 olarsa onda bu 0 olur. Onda x bərabərdir 1 olur. Bu 1. Sonra bir dəfə də bu 4 olarsa loqaritma 3-dən x olur. Bu niyə belə uzun, böyük oldu ki? Niyə böyük oldu ki? Bir dəqiqə, belə burada belə bir şey də var axı. Heç ona fikir vermirəm. Baxın, bu 0 olsa, bu x1 olsa, bu 0 olur. Axı, bu loqaritmanın 6 0 ola bilməz. Heç bu cavab əslində ödəmir. Bu cavab ödəmir, dəyərli müəllimlər. İndi bir dənə 4 halına baxaq. 4 deyil, 2-dir. Burada 4 olur, hə. Onda bu elə bir, yox, burada 2-dir, burada 4 olur. Onda x bərabərdir 3 üstü 4, 81. 81-in problemi varmı? Görək burada. 81 olsa burada, yəni 0 falan çıxmır da. Heç nə eləyir, Y variantı. Biraz səlqəsiz çıxdı, nəsə xoşum gəlmədi bu misaldan. 122-yə baxaq. Burada dəyərli müəllimlər, 2 dənə təkrar olunan ifadə var. Bax. Bu var ha. Bu elə burada da təkrarı var. Onda gəlin x üstə gəl, kök altında x kvadratı çıx 2-yə. Yəni bu ifadə. Bir A deyirəm. Onda olur 4 üstü A bərabərdir 5 vurulsun. Buradan A-nı şeyləsək, bu mənfi bir çöldə qalır deyən. Onda onu yazıram elə bir A çıx 1 şəklində. Və çıx 1 də öz yerində. Bu 2 üstü 2A-dır. Bunu da belə yazaq da. Bunu belə yazaq. Bu 2 üstündə deyə.
Hə, bunu da belə yazaq. Bax, bunu belə yazaq. 2 üstü A vurulsun 2-də 1. 2-də 1 də bax belə göndərirəm bura. Çıx 1. Hə, indi bunu bir t ilə əvəz eləyirəm. Olur t kvadrat bərabərdir 2-də 5 t çıx 1. 2-də 5 çıx 1. Sonra nə edək? Heç nə, bunu həll eləyək, dəyərli müəllimlər. Bunu həll edək. Buradan T1-i tapırsan 2, T2-ni tapırsan 0.5. Deməli 2 üstü A-ya 2 dedik, A oldu 1. 2 üstü A-ya 0.5-i 2-də 1, 2, onu da 2 üstü -1 desək, A olur A olur -1. A olur -1. Baxaq ki, burada problem zat yoxdur. Hələ bizim burada problem belə yoxdur. Aha, yaxşı. İndi qaydırıq. Aha, biz hələ A-ları tapmışıq. Tələsməyin. Gətiririk, qoyuruq burada. Deməli, x plus kök altında x kvadratı çıx 2 bir dəfə bərabərdir 1 yazsaq. Onda kök altında x kvadratı çıx 2 bərabərdir 1 çıx x. Düzdür. Hər tərəfi kvadrata yüksəldək. Və x-i tapaq. X-i alacaqsınız 1,5. Yəni bir də bunu xırdalığa kimi həll eləmirəm. Aha, indi baxaq bu hələ kökdürmü yoxsa yox. Hansı eləmir? Yox, çünki bura mənfi olacaq. Yəni bu çox təəssüf ki, kök deyil. Yaxşı. İndi qoy buraları biraz şey eləyim. Siz nə edin? Bunları daşıyaq bura, silmək də istəmirəm. A-nın birini istifadə elədik. Hə, indi bunu istifadə edəcəyik də. Heç nə. Hə, indi bunu istifadə edəcəyik. Yəni təzədən bunu götürürəm. Bu dəfə -1-ə bərabər eləyirəm. -1-ə bərabər eləyirəm. Dəyərli müəllimlər. Və buradan da yenə də bu üsullarla heç nə x-ınızı tapacaqsınız ki, -1.5. Hə, bu amma ödəyir. Çünki heç bir yerdə bunun problemi yoxdur. Onda neçə dənə kök oldu? 1 dənə kök oldu. Çox uzun getdi. Misal 123-ə baxaq. Hə, burada nə edək? Burada gəlin heç nədə 3-ü keçirdək qarşıya. Olacaq 3 LGX çıxılsın 6 böl LGX bərabərdir 3. Buna bir A desəm 3A çıxılsın 6 böl A bərabərdir 3 dəyərli müəllimlər. A birimi 2, A 2-mi -1 tapacam. Deməli, loqaritma biraz sərgəli yazaq. Deməli, loqaritma x bir dəfə 2 olsa, x-imiz olacaq 100. Bir dəfə də -1 olsa, x-imiz olacaq 1. Mənə də köklərin hasilini istəyir. Vəssalam. 124 dəyərli müəllimlər. Qəşəng sualdır. Bax, bunu yuxarı daşısaq necə olacaq? Baxın, belə olacaqmı? X tamam. Bəli olacaq. Bunun da üstündə bunları yazırıq. Dəyərli müəllimlərimiz. Bərabərdir 3. Bu x-lar gedir. Qalır 10. Bu onlar da gedir. Qalır sadəcə LCX bərabərdir 3. Və x də bərabərdir 1000. Vəssalam.